Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizin üçün düzxətli bərabər təcilli hərəkət dərsinin izahını verəcəyəm. Bundan öncəki videoda biz sürət anlayışını, düzxətli bərabər sürətli hərəkətə baxdıq və indi artıq düzxətli bərabər təcilli hərəkətə baxacağıq. Dərsin izahına keçməmişdən öncə onu qeyd edim ki, bizim yeni açılacaq qrupumuza, sentyabr qruplarına qeydiyyat başlamışdı və siz də ekranda göstərilən səhifəyə yazıb məlumat əldə edə bilərsiniz. Gəlin başlayaq dərs izahımıza. Deməli, biz keçən dəfə düzxətli bərabər sürətli hərəkəti öyrəndik və adından da görünür, düzxətli bərabər sürətli hərəkətdə bizim trayektoriyamız düz xətdir və fikir verin, bərabər sürətli deyirəm. Yəni, sürət artıq burada bərabər olacaq, yəni dəyişməyəcək. Burada deməli, sürətin həm ədədi qiyməti, həm də istiqaməti dəyişmir düzxətli bərabər sürətli hərəkətdə. Amma elə bir hərəkət ola bilər ki, bizim sürətimiz dəyişə bilər. Yəni, sürətimizi artıra da bilərik, azalda da bilərik. Bu hərəkət artıq olacaq dəyişən sürətli hərəkət. Adından da görünür, sürət dəyişir, yəni sabit deyil. Və bu zaman biz dəyişən sürətli hərəkətdə artıq təcil anlayışına baxırıq. Yəni, sürət dəyişməsi təcil yaradır. Əgər sürət dəyişmirsə, bu zaman təcil sıfırdır. Baxın, düzxətli bərabər sürətli hərəkətdə sürət dəyişmədiyindən artıq təcil sıfırdır və təcil A hərfi ilə işarə olunur. Deməli, düzxətli bərabər sürətli hərəkətdə təcil sıfıra bərabərdir. Dəyişən sürətli hərəkətdə də təcil tapanda, hansı ki, vahid zamanda sürət dəyişməsinə və yaxud da ki, sürətin dəyişmə yeniliyinə təcil deyilir. Təcilin düsturu A bərabərdir. V çıxılsın, V0 bölək T-dir. Burada V çıxılsın, V0 sürət dəyişməsidir. V son sürət, V0 başlanğıc sürət. Yəni, tutaq ki, müəyyən bir zamanda, tutaq ki, 1 saniyədə sənin sürətin 10-dan 20-yə qalxdı. 1 saniyədə. Başlanğıc sürətin gör neçədir? 10. V0 nə oldu? 10. Son sürətin, yəni artıq neçə oldu? 20. Aha, V də bərabər oldu. 20. Zaman da T də bərabərdir 1-dir. Artıq sən buradan təcili tapa bilərsən. A bərabərdir. V çıx V0. Yəni 20-dən 10-u çıxacaqsan 10. Böləcəksən zamana 1-ə. Bu da olacaq 10. Və buradan artıq təcil anlayışını bildik. Və burada V-nin də, V0-ın da başına oxlarımızı qoymalıyıq. Çünki biz bilirik ki, sürət vektorial cəmiyyətdir. Artıq təcili bildiyimizə görə gəlin təcilin vahidini də öyrənək. Sürətin vahidi nədir? Metr bölək saniyə. Bunu keçən dərsdə keçmişdik. Hansı ki, V bərabərdir, vahidi 1 metr bölək saniyədir. Burada sürət dəyişməsi də əlbəttə ki, vahidi metr bölək saniyə olacaq. Onda sürətə metr bölək saniyə yazsam, məxrəcdə T zamanında vahidi saniyə taxı, məxrəcdə saniyəni yazdım. Burada, bax, bu saniyə məxrəcə inir. Olur onda metr bölək saniyə, vuraq saniyə. O da olacaq, əlbəttə ki, metr bölək saniyə kvadratı. Deməli, təcilin də vahidini aldıq, metr bölək saniyə kvadratı. Yəni, bax, burada A bərabərdir 10. Yanına da nə yazmaq lazımdır? Metr bölək saniyə kvadratı. Yəni, burada sürətimiz 10 metr bölək saniyədən 20 metr bölək saniyəyə dəyişdi. Zaman da 1 saniyədir və biz burada təcilini tapdıq 10 metr bölək saniyə kvadratı. Təcili bildik. İndi artıq biz baxa bilərik düzxətli bərabər təcilli hərəkət anlayışına. Baxın, düzxətli deyirəmsə, adından da görünür. Deməli, trayektoriya düzxətdən ibarətdir. Və düzxətli bərabər təcilli hərəkət. Adından da görünür. Təcil nədir? Bərabərdir. Yəni, təcil burada sabitdir. A bərabərdir konstantdır. Həm qiyməti, ədədi qiyməti, həm də istiqaməti dəyişmir. Və biz növbəti dərslərə keçəcək ki, təcil qüvvə ilə qardaşdır. Yəni, qüvvə anlayışını biz Newton qanunlarında keçəcəyik. Amma yenə də qeyd edim. Yəni, təcil sabitdirsə, F, o da sabitdir. Məsələn, düzxətli bərabər sürətli hərəkətdə bayaqlar qeyd etdik ki, təcil sıfırdır. Eyni ilə F də əvəzləyici qüvvədə sıfır olacaq. İndi nümunə göstərmək istəyirəm bərabər təcilli hərəkətə aid. 2 dənə hal var. Bərabər təcilli hərəkətin 2 növü var. Düzxətli bərabər yeyinləşən hərəkət və düzxətli bərabər yavaşlayan hərəkət. İndi mən nümunə göstərərəkdən sizə göstərəcəm. Cədvəl çəkək. Belə bir cədvəl quracağam. Burada zamana uyğun olaraq sürət dəyişməsini sizlərə göstərəcəm. Bura olsun T, burada olsun V-ni sürəti. Tutaq ki, başlanğıçda sənin sürətin 0 idi. Sonra 1 saniyə keçdikdən sonra sürətin oldu 10 metr bölək saniyə. Yenidən 1 saniyə keçir.
onda ikinci saniyənin sonunda artıq sənin sürətin oldu 20. Üçüncü saniyənin sonunda isə oldu sürətin 30. Dördüncü saniyənin sonunda oldu 40 və s. Və həmçinin başqa bir halda ola bilər ki, indi bax buranı ayırıram, artıq bu başqa halda. Burada ola bilər ki, artıq sənin sürətin sıfırdan başlamır. Sənin sürətin tutaq ki, 40-dan başlayır və yavaş-yavaş sürətini azaldırsan. Məsələn, təsəvvürünüzə gətirin ki, bir avtobusda hərəkət edirsiniz və avtobus dayanacaqda dayanmaq üçün nə edir? Tormuza basır və yavaş-yavaş sürətini azaldır. Sürət sıfır olur, dayanacaqda dayanır, sərnişinlərini inir, götürür. Yəni, tutaq ki, sizin başlanğıcda sürətiniz artıq 40-dır. Sonra, ikinci saniyənin sonunda olub sizin sürətiniz olsun 30. Üçüncü saniyənin sonunda olsun 20. Dördüncü saniyənin sonunda olsun 10. Və 5-ci saniyənin sonunda olsun artıq 0. Başlanğıc sürətimiz, yəni bu zamanda burada götürürəm 50. Bu hissədə. Aha. Və burada indi baxın, fikir verin, gördüyünüz kimi birincidə nə olur? Bərabər zamanda sürət bərabər qədər artır. Yəni, baxın, 1-dən 2-yə nə qədər vaxt keçdi? 1 saniyə. 2-dən 3-ə yenə 1 saniyə vaxt keçdi. 3-dən 4-ə də yenə 1 saniyə vaxt keçdi. Amma sürətə baxın, 10-dan 20-yə 10 qədər artdı. Sonra 20-dən 30-a yenə 10 qədər artır və 30-dan 40-a yenə 10 qədər artır. Bərabər zamanda sürətin bərabər qədər artır. Bu hərəkət artıq olacaq düz xətli, bərabər yeyinləşən hərəkət. Düz xətli, bərabər yeyinləşən. Digər halda isə sürətin bərabər zamanda bərabər qədər azalır. Baxın, 0-dan 1-ə 1 saniyə vaxt keçdi. 1-dən 2-yə yenə 1 saniyə, 2-dən 3-ə 1 saniyə və s. Amma baxın, sürətə 50-dən 40-a 10 qədər azaldı. 40-dan 30-a yenə 10 qədər azaldı. 30-dan 20-yə 10 qədər azaldı. 20-dən 10-a 10 qədər azaldı və ondan 0-a 10 qədər azaldı və sonda sürət 0 oldu. Yəni dayandı. Bu artıq olacaq düz xətli, bərabər yavaşlayan hərəkət. Düz xətli, bərabər yavaşlayan hərəkət. Və burada gördüyümüz kimi fərqi biz bildik artıq. Burada artıq düz xətti bərabər yenişən hərəkətdə son sürət başlanğıc sürətdən daha çox olur. Amma bərabər yavaşlayan hərəkətdə son sürət başlanğıc sürətdən kiçik olur. Baxın, hardan bildim? Başlanğıcda baxın, fikir verin. Dedim ki, sürətim 0-da sükunət halından başlayıb, sonra bax 4-cü saniyənin sonunda 40 olub. Başlanğıcda sürət çox idi, yoxsa 4-cü saniyənin sonunda əlbəttə ki, sonda sürət daha çox idi. Deməli, son sürət burada V böyük olur V0-dan başlanğıc sürətin. Amma burada ikinci halda başlanğıc sürət 50 idi. Sonra gəlin görün nəyə düşdü? 0-a düşdü. 50-dən 0-a azaldı. Yəni artıq burada son sürət başlanğıc sürətdən kiçik oldu. Bu fərqi bilmək lazımdır. Düz xətli, bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkətlər. Və hər ikisi də qeyd etdik ki, bərabər təcilli hərəkətin bir növüdür. Yəni hər ikisi üçün də ortaq cəhət odur ki, hər ikisində də təcilin həm ədədi qiyməti, həm də istiqaməti konstant sabit. Bax, məsələn, gəlin hesablamağa çalışaq. Fikir verin, sürət dəyişməsi nə qədər oldu? 10-dan 20-yə. 10 qədər. Deməli, yəni burada V çıx, V0 bərabər oldu nəyə? 10-a. Zamana baxaq, T bərabərdir. Baxın, 1-dən 2-yə nə qədər zaman fasiləsi keçdi? 1 saniyə. Burada A-nı tapanda, A bərabər olacaq onda, V çıx, V0 bölək T-yə, yəni 10 bölək 1 olacaq 10. Eyni bax, burada da. Baxın, 2-dən 3-ə 1 saniyə vaxt keçdi, 20-dən 30-a 10 qədər sürətim artdı. Yəni, sürət dəyişməsi oldu 10. 10-u böləcəm 1-ə, yenə 10 olacaq. 3-dən 4-ə nə qədər vaxt keçdi? 1 saniyə vaxt keçdi. 30-dan 40-a 10 qədər sürətimi nə edim? Artırdım. Yenə 10-u 1-ə böləndə 10 alacaq. Gördüyünüz kimi burada təcil dəyişmədi. Digərində də eyni ilə, baxın, 0-dan 1-ə bizim zamanın fasiləmiz oldu 1 saniyə. 50-dən 40-a sürət nə qədər dəyişdi? 10. Və onu da 1-ə böləndə yenə 10 alacaqsınız. Baxın, 40-dan 30-a sürət 10 qədər dəyişdi. 1-dən 2-yə də zaman 1 saniyə vaxt keçdi. Və beləliklə də yenə 10-u 1-ə böləndə yenə 10 alacağıq. Gördüyümüz kimi təcil nə oldu? Hər ikisində də sabit oldu. Həm ədədi qiymət, həm də istiqaməti. Ümid edirəm ki, buraya qədər aydındır. Biz düz xətli, bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkəti ayırd edə bildik. Məsələn, nümunə göstərək. Tutaq ki, düz xətli, bərabər yeyinləşən hərəkətə. Tutaq ki, avtobus dediyimiz kimi dayanıb, yəni sükunət halından başladı hərəkətə. Sərnişinləri götürdü, başladı hərəkətə. Neynir? Başlanğıcda sürəti 0 idi. Sonra get-gedə sürəti neynir? Artır bu avtobusun. Deməli, əgər ki, bərabər zamanda bərabər qədər artırsa, deməli artıq o düz xətli, bərabər yeyinləşən hərəkətdir. Amma yox,
avtobus hərəkət halında olarkən tormuza basır və yavaş-yavaş bərabər zaman fasiləsində bərabər qədər sürətini azaldırsa, artıq bu olacaq bərabər yavaşlayan hərəkət. Yəni tormozlanma sözünü gördüksə, deməli artıq bu bərabər yavaşlayan hərəkətə aiddir. Və həmçində hər bir cisim istənilən halda fərqi yoxdur. Əgər ki sükunət halından hərəkətə başlayırsa, onun sürəti get-gedə artacaq və bunu düzxətli bərabər yeniş hərəkət kimi götürməlisiniz. Bunu qeyd etdik. İndi isə biz burada müəyyən düsturlar var. Onların alınışına və çıxarılışına baxmalıyıq. Bu düsturları ezbərləməyə ehtiyac yoxdur. İlk öncə çıxarılışından başa düşün. Sonra zaten çox istifadə etdiyinizdən artıq o sizin belə deyək yaddaşınıza yazılacaq. Düsturumuzu bayaqki təcilin düsturunu burada verək. A bərabərdir. V çıx, V0 bölək T. Sadəcə mən burada təcilin proyeksiyasını verəcəm. AX bərabərdir. Olacaq. VX çıx, V0 X bölək T. X oxucuda proyeksiyasına baxıram. Proyeksiyanın alınmasını əvvəlki dərsdə mən vermişdim, izahını etmişdim. Ona baxa bilərsiniz. Buradan nə edəcəm? Vx-i tapacağam. Bunun üçün əlbəttə ki, Vx tapmaq üçün ilk öncə sürəti tapmalıyam. Yəni Vx çıxaq V0x fərqinə. Vx çıxaq V0x bərabər olacaq əlbəttə ki, Ax vuraq T-yə. Buradan Vx-i tapanda Vx bərabərdir. V0x üstə gələk Ax vuraq T olacaq. Bir düsturumu aldım. Bir dənə bax bu düsturumuzu aldıq. Aha. İndi baxın burada gördüyünüz kimi Vx T-dən necə asılıdır? Düz asılıdır. Qrafiki gəlin burada çəkək aşağıda. Vx-in V-nin daha doğrusu T-dən asılı qrafiki. Aha. Gördüyümüz kimi müəyyən bir başlanğıc qiymətdən başlayacaq. V0x qiymətindən başlayacaq. Və müəyyən bir T zamanı keçdikdən sonra qrafiki düz asılıq çəkirəm. Son sürətim olacaq Vx. Burada VT qrafiki veriləndə biz yerdəşməni tapmaq üçün fiqurun sahəsinə baxmalıyıq. Biz əvvəlki videoda qeyd etmişdik ki, Vx bərabərdir Sx bölək T-dir. Bunu düzxətli bərabər sürətli hərəkətdə öyrənmişdik. Buradan Sx tapsaq nə olacaq? Vx vuraq T. Baxın, beni əlaqələndirə bilərsiniz ki, fikir verin, düsturda gördüyünüz kimi Vx nəyə vuruldu? T-yə vuruldu. Burada da baxın, yuxarıdakı hərflə aşağıdakı hərf bir-birinə vurulur qrafikdə. Avtomatik belə yadınızı saxlayın. Növbəti dərslərdə keçəndə görəcəksiniz ki, harda qrafik asılılıqlarda düsturda istifadə edəndə qrafikdə verilən kəmiyyətlər bir-birinə vurulursa, bu zaman qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsinə baxacaqsınız. Baxın, fikir verin, bu qrafik zaman oxu ilə necə fiqur əmələ gətirir? Düzbucaqlı trapesiya əmələ gətirir. Yəni, artıq burada Sx bərabər olacaq S fiqura. Trapesiyanın sahəsinə. Düzbucaqlı trapesiyanın sahəsi isə A üstə gələk B bölək 2 vuraq H şəklindədir. Bunu riyaziyyatdan bilirik. Hansı ki, üst oturacaq, üstə gələk 6 oturacaq, bölürük 2-yə yarıya, vururuq hündürlüyə. Baxın, bura bizim trapesiyanın 1 oturacağıdır, göstərək. Bax bu hissə. Gördüyümüz kimi 0 və V0x-in arasıdır. Onda nə olacaq? Əlbəttə ki, V0x-in özünə bərabər olacaq. Deməli, onda Sx bərabərdir. V0x üstə gələk. Digər oturacağında bax buradır. Bunu olduğu kimi bura paralel köçürdürəm. Gördüyünüz kimi 0 və Vx-in arası. Deməli, Vx-in özünə bərabərdir. V0x üstə gələk Vx. Bölək ikimizi də yazdıq. Vurulsun hündürlük. Hündürlük də bax budur. Oturacaqlara perpendikulyar. Və bu da nə ilə nəyin arası? 0-dan T-nin arası. Deməli, T-yə bərabərdir. Yəni, vuraq T yazmalıyıq. Bu da bir düsturumuz. Hansı ki, əgər ki, Vx-in asılıq qrafikində sizə trapesiya verilərsə, fiqur və burada trapesiyanın sahəsi tapılır və Sx-a bərabər götürürük. Nə edəcəm indi mən? Burada, bax, bu Vx-a aldığım bu birinci ifadəni gətirib burada yerinə yazacağım. Onda olacaq Sx bərabərdir. V0x üstə gələk, Vx-in yerinə yazıram. V0x üstə gələk, Ax vuraq T, bölək 2 vurulsun nə? T. Burada V0x üstə gələk, V0x bizə nə verir? 2V0x. Sürətli oldu 2V0x üstə gəlinsin. Ax vuraq T, bölək 2 vurulsun T. Kəsiri parçalayıram. 2V0x-i 2-yə böləndə olacaq V0x. Üstə gəlinsin. Bax, bu Ax vuraq T-ni bölək 2-ni yazırıq. Mötərizəyə alıram. Vuraq, bax, bu T-ni yazmağı unutmuram. Aha. Buradan indi mötərizəni vurub açacağım.
Olacaq onda V0x t üstə gəlinsin ax t kvadratı bölək 2. Bu da oldu bizim sx-in bir düsturu. Bir düsturumuzu da aldıq. Keçək indi digər düsturumuzu almağa. İndi bax bu düsturda vx-a da dəymirəm, v0x-a da dəymirəm. T-ni əvəzləyəcəm. T-ni də necə əvəzləyəcəm? T-ni bax buradan tapaq, gəlin. T-ni tapanda T bərabər olacaq. Əlbəttə ki, T-ni tapanda bax bu ax-dan T yerini dəyişir elə bir. Yəni bu ax məxrəcə keçir. Onda olacaq vx çıx v0x bölək nə? Ax. Gətirib indi burada yerinə yazıram. Sx bərabərdir. Bax bu düsturu olduğu kimi gəlin yazaq aşağıda. V0x üstə gələk vx bölək 2 vuraq t. Olur deməli v0x üstə gələk vx bölək 2 və t-ni də yerinə bayaqlar aldığım bax bu ifadəni yazıram. Vx çıxaq v0x bölək ax. Vurulsun vx çıx v0x bölünsün ax. Sürətləri 1 vuracam, məxrəcləri də 1. 2-ni vuranda ax-a 2ax olacaq. Məxrəcdə yazıram bunu. Baxın, vx üstə gələk v0x-i, vx çıxaq v0x-a vururam. Biri üstə gələklə digəri çıxağındandır. Bax, bu ifadəyə oxşadı mı riyaziyyatda öyrəndiyimiz? A üstə gələk b, vurulsun a çıxaq b. Bu da nəyə bərabərdir? A kvadrat çıxaq b kvadratına. İndi bu da inisi də, baxın, vx üstə gələk v0x-i, vururam vx çıxaq v0x-a. Onda nə olacaq sürətdə? Vx-in kvadratı çıxılsın v0x-in kvadratı. Bir düsturumuzu da aldıq. Aha, bundan sonra indi baxın, burada mən vx-i tapacağım. Bir dənə düsturumuzu almaq üçün. Gəlin indi aldığımız həmin düsturu burada yerinə yazaq. Sx bərabərdir. Vx-in kvadratı çıx v0x-in kvadratı bölək 2ax. Sürəti tapaq. Bax bu kvadratlar fərqini. Vx-in kvadratı çıx v0x-in kvadratı bərabərdir. Çarpaz vuranda sx-i vuracağıq 2ax-a. 2ax vuraq sx. Aha, mən buradan indi vx-in kvadratını tapacağım. Vx-in kvadratı bərabər olacaq v0x-in kvadratı üstə gəlinsin 2ax vuraq sx. Buradan vx-i tapanda əlbəttə ki, bu ifadə kök altına düşəcək. Olacaq v0x-in kvadratı üstə gələk 2ax vuraq sx. Kök altında da yazırıq, unutmuruq. Bu da bir düsturumuz. Biz bizə lazım olan bütün düsturları alınması ilə verdik. Deməli, neçə düstur aldıq? Bax, bir dənə bunu işarə etdim. Sonra ikinci bu düsturumuz. 3 ilə işarə edirəm bunda. Bax, bu da oldu bizim 4-cü düsturumuz. Və nəhayət, bu da oldu bizim 5-ci düsturumuz. Ümid edirəm ki, sizlər üçün aydın oldu bu düsturların çıxarışı. Baxın, düzxətli bərabər yeyinləşən və yaxud da bərabər yavaşlayan fərqi yoxdur. Hər iki hərəkətdə də əgər proyeksiya ilə işləyirsinizsə, bu düsturları olduğu kimi yazırsınız. Amma yox, ədədi qiymətdən işləyirsiniz. Artıq düsturlarda fərqli olacaq. Necə? İndi mən bu düsturları yazıram təzən aldığımız düsturları. Hansı ki, vx bərabərdir, v0x üstə gəlinsin ax vuraq t. Sonra sx bərabərdir, v0x t üstə gəlinsin ax t kvadrat bölək 2. Sx bərabərdir. Vx-in kvadratı çıxılsın v0x-in kvadratı bölək 2ax və vx-in tapanda buradan vx bərabər olacaq. Kök altında v0x-in kvadratı üstə gələk 2ax vuraq sx. Yəni proyeksiya ilə işləyəndə gördüyünüz bax bu düsturlar hər ikisinə də aiddir. Həm bərabər yeyinləşənə, həm bərabər yavaşlayana. Amma ki, əgər ki ədədi qiymətdən baxsaq, fərqli edəcəyik. İlk öncə mən istəyirəm ki, belə tənlik veriləndə hərəkətin növünü müəyyən etməyi öyrənək. Sonra mən proyeksiya ilə olmayanda, ədədi qiymətdən işləyəndə necə düsturları verəcəyik, onu deyəcəm. Amma ilk öncə gəlin bizə tənlik veriləndə biz oradakı hərəkətin növünü necə müəyyən edəcəyik, buna baxaq. Sonra ədədi qiymətdən işləyəndə düsturu necə tətbiq edəcəksiniz, onu öyrədəcəm. Baxın, tutaq ki, sizə verildi. Tənlik verildi, belə. İndi tənliklə təsviri buraya yazıram, başlıq kimi. Aha, tutaq ki, verildi. Vx bərabərdir. 2 üstə gələk 3t. Vx bərabərdir. 2 çıxaq 3t. Sonrasında Vx bərabərdir. -2 üstə gələk 3t. Vx bərabərdir. -2 çıxaq 3t. Və Vx bərabərdir. Sadəcə 3t, Vx bərabərdir. -3t.
Bu verilərsə, bax, müxtəlif tənliklər verdim. Qarşınıza çıxa biləcək suallara oxşar. Yəni buradakı verilən rəqəmləri mən özümdən verdim. Ha, orada yəni burada 2 yazılmaz, 3 də yazıla bilər, 10 da yazıla bilər, fərqi yoxdur. Mən özümdən qiymət verdim. İndi gəlin bayaqlar aldığımız bu düsturu yazaq burada. Bax bu Vx bərabərdir V0x üstə gələk Ax vuraq T. Olduğu kimi bura yazıram. Üstə gələk Ax vurulsun T. Görün indi burada nə var? V0x-in yerində burada nə dayanıb? 2 dayanıb. Deməli avtomatik yazmaq lazımdır. V0x bərabərdir 2-yə. Düsturda Ax vuraq T-dir. T-nin qarşısında nə dayanıb? Ax. Burada T-nin qarşısında nə dayanıb? 3. Deməli Ax artıq burada 3-ə bərabərdir. Sonra bax indi burada V0x-in yerində 2 dayanıb, Ax-in yerində artıq -3 dayanıb. Qabaqdakı mənfi nəzərə almaq lazımdır. V0x bərabərdir 2-yə, Ax da bərabərdir -3-ə. Digərində isə V0x bərabərdir -2-yə, Ax bərabərdir -3-ə. Aha, sonra burada V0x bərabərdir -2-yə, Ax bərabərdir -3-ə. Burada isə artıq fikir versəz, V0x yoxdur. Sadəcə bax, Ax vuraq T həddi var. T ilə olan hədd var. Yəni burada sərbəst hədd yoxdur. Baxın, burada 2 var idi. İndi burada yoxdur o. Deməli artıq 0-a gedib. Yəni burada V0x bərabərdir 0-dır. Başlanğıc sürət 0-dır. Sükunət halından başlayıb hərəkətə. Ax-ım isə 3-ə bərabərdir. Digərində də yenə V0x 0-dır. Amma Ax nədir? -3-dür. İndi bu təlinliklər veriləndə hərəkətin növünü müəyyən etmək lazımdır. Nəyi müəyyən edəcəksiniz? 1. Hərəkət x ox istiqamətindədirmi, yoxsa x oxun əksinədirmi? Və həmçinin hərəkət bərabər yeyinləşəndirmi, yoxsa bərabər yavaşlayandırmı? Bunu müəyyən etmək lazımdır. Bunun üçün nə edəcəyik? Baxırıq ki, əgər qayda olaraq, bax bunu bir yerə siz də qeyd edin. Ümumiyyətlə, mənim bu dediklərimi konspekt kimi özünüzdə çıxarda bilərsiniz. Və o konspektdən əgər oxusanız, mənim izahlarımla bir yerdə, inanın ki, mənə dim test topusunu rahat yazacaqsınız. Və testləri də rahat işləyəcəksiniz. Zaten mən hər dərsin sonunda test nümunələri göstərirəm və onu izah edirəm. Hər dərsdə demək olar ki, var bu mənim video izahlarımda. Çünki uşaqlar həm dərsi öyrənməklə bərabər həm tətbiq etməlidirlər və bunun üçün də müəyyən tətbiq suallarını yerləşdirirəm və başqa yerdən yerləşdirmirəm. Dim test topusundan yerləşdirirəm ki, sizin üçün faydalı olsun. Yəni sən bu dərsi öyrəndən sonra dim test topusundan keçəndə mənim bu suallarımdan zaten artıq sən görəcəksən ki, orada olan sualı mən elə sənə izah etmişəm və o sualı yenidən özün baxanda rahat işləyəcəksən. Əlbəttə ki, başa düşübsənsə. Aha, qaydamız, deməli, əgər V0x böyükdür 0 olarsa, hərəkət, deməli, x ox istiqamətindədir. Amma V0x kiçik 0-dırsa, hərəkət x oxu əksinədir. Aha, və həmçinin biz baxmalıyıq. Bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkəti ayırt etmək üçün V0x ilə Ax-ın işarəsinə. Əgər ki, hər ikisi də eyni işarəlidirsə, yəni V0x da böyük 0, Ax da böyük 0-dırsa və yaxud da V0x kiçik 0 və Ax da kiçik 0-dırsa, hər ikisi də eyni işarəlidirsə, hərəkət bərabər yeyinləşəndir. Yəni, bu o deməkdir ki, V0x müsbətdir, deməli, hərəkət x ox istiqamətindədir. Deməli, avtomatik Ax da müsbətdirsə də, deməli, təcil x ox üzrə proyeksiyası müsbətdir və təcil x ox istiqamətindədir. Avtomatik hər ikisi x ox istiqamətindədir, eyni istiqamətlidir. Deməli, hərəkət bərabər yeyinləşəndir. Ola bilər ki, hər ikisi də mənfi olsun. Yəni, x oxun əksinə doğru olsun. Yenə hərəkət bərabər yeyinləşən hərəkət olacaq. Deməli, bu oldu nə? Bərabər yeyinləşən hərəkət. Bunu yazaq. Bu nöqtə yeyinləşən yazıram. Yəni, bərabər sözünü qısaldıram. Bunu artıq özünüz bilərsiniz. Sonrasında, əgər ki, müxtəlif işarəlidirsə, yəni, əks istiqamətdə yönəlibsə, V0 və A. Və bu zaman deməli, hərəkət bərabər yavaşlayan hərəkətdir. Yəni, artıq yazıram ki, V0x tutaq ki, mənfidir, Ax müsbətdir. Və yaxud da V0x müsbətdir, Ax mənfidir. Fərqi yoxdur. Bax, biri müsbət, biri mənfi. Deməli, hər ikisi əks istiqamətlidir. Bax, məsələn, burada V0x mənfidirsə, deməli, artıq sürət x oxun əksinə doğru yönəlib. Ax müsbətdirsə, amma təcil artıq x ox istiqamətlidir. Deməli, artıq burada əks istiqamətli olduğundan hərəkət bərabər yavaşlanacaq. Yəni, bu ikisini də yazmalıyıq. B nöqtə yavaşlayan yazıram. Bərabər sözünü qısaltdım. Bərabər yavaşlayan hərəkət. Aydın olduğunu dedirəm ki, bu bizə. İndi gəlin baxaq. Burada bir-bir baxacağıq hərəkətin növünə. Bax, V0x müsbətdir. V0x müsbət hərəkət necə hərəkətdir? X ox istiqamətindədir. Bax, hərəkətin istiqamətini müəyyən etdim. X ox istiqamətində. Yeyinləşəndir yoxsa yavaşlayan?
İndi AX-a da baxmaq lazımdır. İkisi də müsbət. Müsbət 2, müsbət 3. Deməli, ikisi də müsbətsə də, ikisi də eyni şəraitsə necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Deməli, aldıq ki, x oxu istiqamətində bərabər yeyinləşən. Sən artıq hərəkətin növünü burada tapdın. X oxu istiqamətində bərabər yeyinləşən. Digərində V0x yenə müsbətdir. Yenə x oxu istiqamətindədir. Amma bax, AX mənfidir. Biri müsbət, biri mənfi hərəkət bərabər yavaşlayandır. Yəni artıq burada yazacağıq. X oxu istiqamətində bərabər yavaşlayan. Digərində baxın, V0x mənfidir artıq. Deməli, hərəkət necədir? V0x mənfi olanda x oxunun əksinə doğrudur. V0x mənfi, amma AX nədir? Müsbətdir. Deməli, artıq hərəkət x oxunun əksinə və bərabər yavaşlayandır. X oxu əksinə bərabər yavaşlayan. Aha, burada da yenə baxın, V0x də mənfidir, AX da mənfidir. V0x mənfi olduğundan x oxunun əksinədir. Amma hər ikisi də mənfidir, bərabər yeyinləşəndir. Yəni yazacağıq ki, x oxu əksinə bərabər yeyinləşən. Bəs belə bir hal verilərsə, yəni başlanğıc sürət 0 olarsa, başlanğıc sürət harda 0 gördünüzsə, mütləq o bərabər yeyinləşən hərəkətdir. Yəni burada siz heç vaxt bərabər yavaşlayan götürə bilmərsiniz. Niyə? Çünki baxın, sürət heç bir zaman mənfi olmur. Sıfırdan aşağıya getmək nə deməkdir? Yəni sürəti azaltmaq demək, artıq sıfırdan da mənfiyə enmək deməkdir. Sıfırdan tutaq ki, mənfi ona. Sürət heç bir zaman ədədi qiyməti mənfi olmur əzizlərim. Baxın, spidometrə də baxın. Sizin avtomobillərinizdə spidometr var, sürəti göstərən cihaz. Orada görürsünüz, sıfırdan başlayır. 0, 10, 20, 30, 40 artır. Yəni sürət mənfi ola bilməz. Sıfırdan yalnızca artıra bilərsən sənin sürətini. Dayanmısan burada. Sürətini neynəyəcəksən? Ayağa qalxıb yerirsən, sürətin get-gedə artacaq. Və yaxud da ki, dayanmısan avtomobilin içində. Avtomobil hərəkətə başlasa, neynəyəcək sürətin? Artacaq. Yəni sürətin heç vaxt azalda bilməz axı. Sıfırdan aşağıya gedə bilmərsən artıq, mənfi ola bilməz. Ona görə sürət 0 harda görsəz, mütləq oraya yazmalısınız bərabər yeyinləşən hərəkət. Bəs x oxu istiqamətindədir, yoxsa x oxunun əksinədir hərəkət? Bu necə mənimdir? Buna artıq təcrüdə baxırıq burada. Bax, bayaqçılarda V0x var idi deyə, sadəcə mən V0x-a baxırdım ki, bilim ki, bu x oxu istiqamətdədir, yoxsa x oxunun əksinə. Müsbətsə götürürdüm, bax müsbət 2 idi, x oxu istiqamətdə götürdüm. Mənfi 2 idi, götürdüm x oxunun əksinə. Amma burada artıq təcrüdə baxmalıyam, çünki V0x yoxdur. Aha, təcrübə müsbətdirsə olacaq x oxu istiqamətində. Deməli yazacağam ki, bura x oxu istiqamətində bərabər yeyinləşən. Qeyd etdik ki, V0x, yəni başlanğıc sürət 0-dırsa həmişə hərəkət bərabər yeyinləşəndir. Burada isə AX mənfidir. Deməli artıq olacaq x oxu əksinə bərabər yeyinləşən yenə. Çünki başlanğıc sürət nədir? 0-dır. Ümid edirəm ki, bax belə V-nin tənasıx tənliyi veriləndə artıq biz nə edəcəyik? Müəyyən edə biləcəyik ki, hərəkətimiz necədir? Növü x oxu istiqamətdədir ya x oxunun əksinə bərabər yeyinləşəndir ya bərabər yavaşan. Bu indi Vx-in tənasıx tənliyi veriləndədir. Bəs Sx-in tənasıx tənliyi veriləndə necə edəcəyik? Onda bax bu düstur verilir. Gəlin indi bu düsturda olduğu kimi buraya yazaq və müxtəlif tənliklərdə tətbiqinə baxaq. Aha, Sx bərabərdir V0xt üstə gələk Ax t kvadrat bölək nə? 2. Məsələn, indi nümunələr verirəm. Tutaq ki, verilib. Sx bərabərdir 2t üstə gələk t kvadratı. Sx bərabərdir 2t çıxaq t kvadrat. Sx bərabərdir mənfi 2t üstə gələk t kvadratı. Sx bərabərdir mənfi 2t çıxaq t kvadratı. Sx bərabərdir sadəcə t kvadratı və Sx bərabərdir mənfi t kvadratı. İndi biz buradan V0x-i və Ax-ı götürməliyik. Gəlin baxaq. Burada V0 vuraq, V0x vuraq t yazmışam. Deməli, t-nin qarşısındakı nədir? V0x-dir. Yəni, baxın, burada da t-nin qarşısındakı V0x-i göstərəcək. Bu da 2-dir. Deməli, burada artıq yazacağıq ki, V0x bərabərdir 2-yə. Burada isə t kvadratının qarşısında görün nə dayanıb? Ax bölək 2 dayanıb artıq burada. Burada isə 1 dayanıb. 1 olanda həmişə yazılmır. Bunu yadınızda saxlayın. Məsələn, 2 olsaydı 2t kvadratı yazılacaqdı. Amma 1 olanda və yaxud da mənfi 1 olanda yazılmır. Mənfi 1-də sadəcə qarşısına mənfi qoyulur. Aha, baxın, yəni burada 1 dayanıb. Deməli, artıq burada Ax bölək 2 bərabərdir 1-dir. Buradan Ax-ı tapan nə olacaq? Artıq olacaq 2 vurulsun 1, yəni 2. Deməli, onda mən belə bir haşiyə çıxardaram ki, ümumi bir. Belə tənlik veriləndə, bax bu şəkildə tənliklər veriləndə, t-nin qarşısındakı olduğu kimi götür. 2 kimi götür, yəni V0x olduğu kimi götür. Amma A-nı tapanda, təcrid tapanda artıq 2-yə vurmalısan.
Bax, burada qarşıdakı rəqəmi. Niyə? Çünki bu qeyd etdiyim kimi t kvadratının qarşısında ax bölü 2 dayanıb. Yəni burada 1 verilsə, 1-i vurdun, bax fikir ver burada. 1-i nəyə vurdun? 2-yə vurdun ki, ax tapasan. Məsələn, burada 2 verilsəydi, 2-ni 2-yə vuracaqdın. 3 verilsəydi, 3-ü 2-yə vuracaqdın. 4 verilsəydi, 4-ü 2-yə vuracaqdın ki, buradakı ax-ı tapa biləsən. İndi bax burada da v0x-ım 2-dir. Ax-ı tapanda -1-dir bax burada. -1-i nəyə vuracam? 2-yə vuracam. O da olacaq nə? -2. Burada v0x artıq olacaq -2. Ax-ı tapanda t kvadratının qarşısında -1 dayanıb. -1-i 2-yə vuranda olacaq 2. Digərində bax burada v0x bərabərdir -2-dir. Ax-ı tapanda t kvadratının qarşısında -1 dayanıb. -1-i 2-yə vur, olacaq -2. Digərində baxın burada indi fikir verin artıq. Burada v0x vuraq t həddi yoxdur. Yəni belə deyək də burada nə 3t yoxdur, nə 2t yoxdur, nə 1t yoxdur, heç biri yoxdur. Deməli artıq avtomatik v0x nə olub? 0-a gedib. T ilə olan hədd yoxdursa, deməli bu v0x 0-dır ki, 0-ı nəyə vursan 0 edir də. 0-ı t-yə vuranda 0 olur, o da yazılmır. Ax-ı tapanda da t kvadratının qarşısında 1 var, 1-i 2-yə vuracam, olacaq 2. Burada isə v0x bərabərdir 0-a, t kvadratının qarşısında -1 var. -1-i vuracam 2 olacaq, -2. Tapdıq artıq v0x-ımızı, ax-ı götürmək qaydasını öyrəndik. İndi yenə hərəkətin növünü müəyyən edə bilərik. Baxın, v0x müsbətdirsə, hərəkət x oxu istiqamətindədir. Bu əvvəlki qayda ilə eynidir yəni. Deməli onda olacaq hərəkət x oxu istiqamətində. Bərabər yeyinləşəndir yoxsa yavaşyan? Nədən biləcəm? Əgər v0x ilə ax-ın işarəsi eynidirsə, bərabər yeyinləşəndir. v0x 2, ax da 2, müsbətdir hər ikisində. İşarəsi deməli avtomatik bərabər yeyinləşən. X oxu istiqamətdə bərabər yeyinləşən. Burada isə v0x müsbətdir, müsbət 2-dir. Deməli x oxu istiqamətində. Amma baxın v0x müsbət 2, ax da -2. Biri müsbət, biri mənfi. Deməli hərəkət olacaq bərabər yavaşyan. Bunu özüm qısaldıram. Yəni b nöqtə yav yazıram, artıq yavaşyan deməkdir. B nöqtə yey yazıram, yeyinləşən deməkdir. Çaşmayın. Aha, burada isə v0x mənfidir, ax müsbətdir. v0x mənfi olduğundan hərəkət x oxunun əksinədir. Amma biri müsbət, biri mənfidir, hərəkət olacaq bərabər yavaşyan. Burada isə v0x mənfidir deyə x oxunun əksinə. Baxın, hər ikisi də mənfidir, deməli hərəkət bərabər yeyinləşəndir. Burada baxın, v0x 0-dır. Dedim ki, əgər başlanğıc sürət 0-dırsa, hərəkət mütləq bərabər yeyinləşəndir. Deməli, sən mütləq bərabər yeyinləşən götürməlisən. X oxu istiqamətindədir, yoxsa x oxunun əksinə təcillə baxacaq artıq burada. Təcil ax müsbət 2-dir. Deməli, x oxu istiqamətində bərabər yeyinləşən. Burada isə yenə v0x 0-dır. Deməli, hərəkət yenə bərabər yeyinləşəndir. Amma ax -2 olduğundan x oxunun əksinə bərabər yeyinləşən olacaq bizim hərəkətin növü. Sx-i da öyrəndik. İndi burada bir hal da var ki, koordinatı zamanın asılıq tənliyi də verilə bilər. Bunu almaq üçün ilk öncə gəlin, bərabər təcili hərəkətdə koordinatı zamanın asılıq tənliyini alaq. Düzxəttli bərabər sürətli hərəkətdə əvvəlki dərsdə qeyd etmişdim ki, sx bərabərdir, x çıxılsın x0-dır. Buradan x-i tapanda nə olacaq? x0-ın üstünə ilə sx-ni eləyəcəm, gələcəm. Sx-in düsturu bayaqları yazmışdıq, bax burada. Sx bərabərdir, v0x üstə gələ ax t kvadrat. Gətirib burada yerinə yazsam, onda olacaq x0 üstə gəlinsin. v0x üstə gələk ax t kvadrat böləknə 2. Və biz bərabər təcili hərəkətdə koordinatın zamanın asılıq tənliyini aldıq. İndi bu tipli tənlik verilərsə, hərəkətin növünü gəlin müəyyənləşdirək. Məsələn, nə verə bilər? X bərabərdir 2 üstə gələk 3t üstə gəlinsin tutaq ki t kvadratı. X bərabərdir 2 çıxılsın 3t çıxaq t kvadratı. X bərabərdir olsun indi burada -3t çıxaq t kvadratı. X bərabərdir -3t üstə gələk t kvadratı. X bərabərdir 3t üstə gələk t kvadratı və x bərabərdir 3t çıxılsın t kvadratı. X bərabərdir sadəcə t kvadrat və x bərabərdir -t kvadrat. Bu tipli tənliklər verilə bilər. Burada biz x0-a önəm verməyəcəyik, çünki bizə x0 sadəcə hərəkətin hansı koordinatdan başladığını göstərir. Yəni hərəkətin növünə heç bir aidiyyatı yoxdur. Yəni siz burada x0-a o qədər önəm verməyəcəksiniz. Sadəcə t-nin qarşısındakı və t kvadratının qarşısındakı rəqəmə önəm vermək lazımdır. Burada x0 2-dir, burada da x0 2-dir.
Burada fikir versəz, sərbəst hədd yoxdur, yəni rəqəm yoxdur. 3 üstə gələk 3t kvadrat da verə bilərdi, 3 çıxaq 3t kvadrat da verə bilərdi və yaxud da 3 çıxaq 3t də verə bilərdi. Sadəcə t ilə olsaydı, t kvadrat olmasaydı, o artıq düzxətli bərabər sürətli aid olardı. T kvadrat həmişə olmalıdır. Bərabər təcridlər hərəkətdə. Bunu yadınızda saxlayın. İndi gəlin bir-bir verilənləri götürək tənliklərdən. Deməli, x0 bərabər oldu 2-yə. V0 x bərabərdir 3-ə, t-nin qarşısındakı. İndi burada ax-ı götürmək üçün t kvadratının qarşısında 1 var. Onu nəyə vururduq dedik? 2-yə vuracağıq. Yəni ax bərabərdir 2 vuraq. 1 olacaq 2. Burada x0 bərabərdir 2-yə. V0 x bərabərdir -3-ə. Ax da bərabər olacaq. Bax, t kvadratının qarşısında indi -1 var. -1 2-yə vuranda olacaq -2. Burada indi x0 yoxdur. O qədər də önəmli deyil, yəni bu. V0 x bərabərdir indi -3-ə. Və ax da bərabər olacaq. -1 vuraq 2, -2. Burada yenə x0 bərabərdir 0-dır. V0 x bərabərdir -3-dür. Ax da bərabərdir. Müsbət 1 2-yə vuranda olacaq 2. Burada isə yenə x0 0-dır. V0 x bərabərdir 3-ə. Ax da bərabərdir. Müsbət 1 vuraq 2-yə, yəni 2. Burada da x0 bərabər 0. V0 x bərabərdir 3-ə. Ax da bərabərdir. -1-i vuracam 2-yə, olacaq -2. Burada fikir versəz, x0 da 0-dır. V0 x da bərabər 0-dır. Çünki t ilə olan hədd yoxdur. Baxın, V0 x vuraq t-dir. T ilə olan hədd yoxdur. Deməli, avtomatik V0 x 0-a gedib ki, o hədd yoxdur. Ax-ı tapanda da t kvadratının qarşısındakı rəqəmi vuracaq 2-yə. 1 vuraq 2, o da olacaq 2. Yenə burada x0 bərabər 0-dır. V0 x bərabər 0. Ax da bərabərdir. -1 vuraq 2, o da olacaq -2. İndi burada hərəkətin növünü gəlin müəyyənləşdirək. Dediyim kimi, hərəkətin növündə x0-a baxmayın. Önəmli deyil, yəni bu x0 sizə maraqlı deyil. Heç biri maraqlı deyil. Sizə lazımdır bu V0 x və ax. Qeyd etdik ki, V0 x müsbət hərəkət x ox istiqamətində. Baxın, müsbət x ox istiqamətindədir. V0 x və ax da ikisi də müsbətdir. Biri müsbət 3, digəri də müsbət 2-dir. Deməli, avtomatik x ox istiqamətində düzxətli bərabər yeyinləşən hərəkət olacaq. Hər ikisinin işarəsi eynidir. Baxın, burada indi mənfidir V0 x. X oxun əksi istiqamətində hər ikisi də mənfidir. Eyni işarəlidir deyə bərabər yeyinləşən. V0 x burada da yenə baxın, V0 x -3-dür. Ax da mənfidir. Bax, x0 bərabər 0-dır burada. Bunun digərindən fərqi odur ki, burada x0 bərabər 2-dir. Yəni 0, 2 fərqi yoxdur. X0-a baxmayın. O da uşaqları çaşdırır çox vaxt ki, x0-ın qiymət verəndə necə olur, 0 olanda necə olur. Çaşmayın, sadəcə V0 x-dan ax-a baxmaq kifayətdir. V0 x mənfidir, ax da mənfidir. Bərabər yeyinləşəndir hərəkət deməli. İkisi də eyni işarəli olduğundan və x oxunun əksinədir. Niyə? Çünki V0 x mənfidir. Bax, V0 x yenə mənfidir, x oxunun əksinədir. Amma bax, ax müsbətdir artıq. Biri müsbət, biri mənfi isə yavaşlayandır. Deməli, x oxunun əksi istiqamətində bərabər yavaşlayan. Digər tənlikdə isə V0 x müsbətdir, ax da müsbətdir. V0 x müsbət olduğundan x ox istiqamətində, ax da müsbətdir, hər ikisi də müsbətdir. Bərabər yeyinləşən hərəkətdir. Burada V0 x müsbət, x ox istiqamətində, bax, biri müsbət, digəri mənfi deyə bərabər yavaşlayan. X ox istiqamətində bərabər yavaşlayan. İndi buna fikir verin. Burada V0 x artıq 0-dır. Mən qeyd etdim ki, bayaqlarda V0 x 0-dırsa, başlanğıc hissəsi 0-dırsa, həmişə bərabər yeyinləşəndir. Və burada bir dənə fərq ondadır ki, ax müsbət olduğundan x ox istiqamətində bərabər yeyinləşən. Burada ax mənfi olduğundan x oxun əksinə bərabər yeyinləşən hərəkətdir. Beləliklə, tənliklə veriləndə mən hərəkətin növünü müəyyən etməyi sizə açıq şəkildə elan etdim. Və gördüyünüz kimi, yəni daha doğrusu izah etdim. Yəni gördüyünüz kimi artıq sizin qarşınıza necə tənlik çıxır çıxsın, fərqi yoxdur. Bu izahı başa düşdünüzsə və buna uyğun siz digər tənliklərdə rəqəmləri götürə bildinizsə, sizin üçün artıq hərəkətin növünü müəyyən etmək çətin olmayacaq. Sadəcə qaydanı öyrənirsiniz, tətbiq edirsiniz və əla şəkildə bu dərsi öyrənmiş olursunuz. Əzbərləməyə ehtiyac yoxdur. Buraya qədər hər şey əladır. Bir dənə bir şey çatmır. O da nədir? Sizin bu videonu bəyənməyiniz. Bu videonu əgər buraya qədər izləyirsənsə, deməli artıq avtomatik sən bu videoda müəyyən şeyləri başa düşürsən. Başa düşdüyünə görə əməyə qarşılıq olaraqdan videonu bəyən və növbəti izahlardan da xəbərdar olmaq üçün kanala abunə ol. Həmçinin onlayn dərslərimiz haqqında da məlumat əldə etmək istəyirsənsə, yəni mənimlə bir yerdə sən də yüksək nəticə əldə etmək istəyirsənsə, ekranda göstərilən yazdığım səhifəyə yaz, onlayn dərslər haqqında məlumat al və bu yola birgə başlayaq sentyabrdan səninlə. Aha, indi gəlin bu hərəkət növünü biz qrafiklərlə də öyrənək. Yəni bizə təkcə tənlik verilmir ki, bizə qrafik də verilir, deyir, de görək burada hərəkətin növü nədir? Məsələn, buna baxmaq lazımdır, bunu öyrənmək lazımdır. İndi baxaq.
Qrafiklə təsvir. Mən bu dərsi sizə dərindən izah etməyə çalışıram. Çünki şagirdlərin çox çaşdığı bir bölməli bir dərsdir. Bir qədər qarışdırırlar bir-birinə. Məsələn, tənlikləri bir-birinə qarışdırırlar, qrafikləri bir-birinə qarışdırırlar və s. İstəyirəm ki, dərindən öyrənəsiniz ki, testdə də yazanda yaxşı yazasınız. Fikir versəniz, çoxlu nümunə gətirirəm ki, sizin üçün asan olsun. Yəni deyəcəksiniz ki, müəllim biraz uzadır. Məsələn, artıq 40 dəqiqədən çoxdur ki, mən izah verirəm. Deyəcəksiniz ki, müəllim çox uzadır. Amma uzatmaq lazımdır ki, bəzi şeyləri siz dərsdə öyrənə biləsiniz ki, sonra testdə rahat işləyə biləsiniz. Bəzi şeylərə vaxtı elə çox sərf etmək lazımdır. Əsas da dərs öyrənməyə. Test asan məsələdir. Dərs öyrənməsən, testi işləyə bilməyəcəksən. Fizika budur. Fizikanı testdən öyrənmək olmur. Dərsdə öyrənmək lazımdır. Aha, qrafiklə təsvir. Deməli, bizə necə qrafiklər veriləcək? Vx-in t-dən asılı qrafiki, Sx-in t-dən asılı qrafiki, x-in t-dən asılı qrafiki. Bu tipli qrafiklər veriləcək və hərəkətin növünü biz nə edəcəyik? Müəyyən edəcəyik. Bunun üçün ilk öncə tənlikləri yazmaq lazımdır. Yenə tənliklər bizim köməyimizə gəlir. Vx-in t-dən asılıq tənliyi, bax, bayaqlarda yazdıq ki, Vx bərabərdir V0x üstə gedək nə? Ax vuraq t. Sx-in t-dən asılıq tənliyi Sx bərabərdir V0xt üstə gəlsin Ax t kvadrat bölü 2. Koordinatın zamanın asılıq tənliyi bayaqları yazdıq. X bərabərdir x0 üstə gedək V0xt üstə gəlsin Ax t kvadrat bölü 2. Bu düsturdan istifadə edəcəyik və qrafiklərimizi çəkəcəyik. Gəlin indi başlayaq. Burada da yadımızı saxlamalı olduğumuz yenə qaydalar var. Birinci, qayda 1. Qayda 1-də əgər ki, qrafik T oxundan yuxarıdadırsa, yuxarıda olarsa, bu zaman hərəkət X ox istiqamətindədir. Bunu yadımızda saxlayırıq. Amma qrafik T oxundan aşağıdadırsa, bu zaman hərəkət X oxunun əksinədir. X ox istiqamətində deməkdir, yəni V0x artıq böyük 0 müsbətdir. Amma X oxunun əksinə demək artıq V0x mənfi deməkdir. Bunu bildik. Bu qayda 1. Qayda 2-yə baxaq indi. Qayda 2 odur ki, əgər qrafik T oxuna, zaman oxuna yaxınlaşırsa, hərəkət bərabər yavaşlayan. Yox, T oxundan uzaqlaşırsa, bu zaman hərəkət bərabər yeyinləşəndir. Aha, qayda 2-də yadımızı saxlayırıq. İndi məsələn, tutaq ki, sürətin zamanın asılı qrafiki verilə bilər. Burada baxın, fikir verin, sürətin zamanın asılı qrafiki necə olacaq? Əlbəttə ki, düz asılıq olacaq. Vx-dən xətt asılı. İndi o qrafikləri gəlin çəkək. Hansı hallar verilə bilər? Ümumiləşdirək, bir dənə üstə göstərək. Vx-in t-dən asılı qrafiki. Bunları da işarələyəcəm indi. İşarələyək. 1 deyək, 2 deyək, 3 deyək, 4 deyək, 5 deyək və 6 deyək. Aha. Baxın, birinci fikir verin burada. Qrafik, görün, T oxundan necədir? Yuxarıdadır. T oxundan yuxarıdadırsa, avtomatik V0x nədir? Müsbətdir. Buradan da aydın görünür də. Bax, V0x-dır. Sıfırdan yuxarıdadır. Sıfırdan yuxarıda olan ədədlər müsbətdir əlbəttə ki. Deməli, burada V0x nə oldu? Müsbət. 1-də. V0x nə oldu? Müsbət. Və zaman oxundan fikir verin. Zaman oxu, bax, T oxu buradadır. Qrafik neyinir? Zaman oxundan uzaqlaşır. Aşağıya gəlmir ki, zaman oxuna yaxınlaşmır ki, uzaqlaşır. Deməli, avtomatik necədir? Hərəkət yeyinləşən hərəkətdir. Həmçinin burada bir dənə məqam da var ki, qrafikin ağzı tədiri göstərir. Bax, fikir ver. Qrafikin ağzı A-nı tədiri göstərir. Bax, fikir ver. A hərfi. Bundan yadında saxlaya bilərsən burada. Qrafikin ağzı A-nı göstərir. Yəni, baxın, burada fikir verin. Qrafikin ağzı haraya gedir? Yuxarıya doğru gedir. Aha. Deməli, avtomatik AX təcrin X olacaq. Reaksiyası müsbətdir. Bax, ikisi də müsbətdir. Fikir ver. Hərəkətin necə hərəkət olacaq? Bərabər yeyinləşən hərəkət olacaq. Elə bayaqdan da onu deyirəm də. Bax, fikir verin, T oxundan uzaqlaşırdı. Bax, bu T ox aşağıdadır. Ondan uzaqlaşır, hərəkət bərabər yeyinləşəndir. Deməli, V0x müsbətdir və qrafik zaman oxundan yuxarıdadır. Deməli, artıq hərəkət X ox istiqamətində bərabər yeyinləşən olacaq. Sonra ikinciyə baxaq.
İkinci bax buradadır. Fikir verin bu. Bu 2-dir. Bunları gəlin bir dəqiqə nömrələrini dəyişim. Elə işarələmişəm ki, sıra ilə gedək də yaxşı olsun. Aha, buna 2 deyirəm, buna 3 deyirəm. Deməli, buna 4 deyirəm, buna 5 deyirəm və buna 6 deyirəm. Aha, baxın indi ikinci. Bax budur. Fikir verin. Yenə V0x müsbətdir. Eyni yerdən başlayıb fikir verin. Və zaman oxundan, t oxundan nədir? Yuxarıdadır. Amma fikir verin, bax buradakı qrafik, bax bu 2-yə ayrılır. Nəyə yaxınlaşır? T-yə yaxınlaşır. Hərəkət necə hərəkətdir? Bərabər yavaşlayan hərəkətdir. Deməli, artıq ikincidə V0x böyük sıfırdır. Hərəkət x ox istiqamətindədir. Təcil x ox üzrə proyeksiyası görək mənfidir ya müsbət. Bax qrafikin ağzı haradadır? Aşağıyadır qrafikin ağzı. Deməli, avtomatik AX da nədir? Mənfidir. Həmçinin t oxuna yaxınlaşır. Deməli, baxın, V0x nədir? Müsbət, AX da mənfidir. V0x müsbətsə, x ox istiqamətində, AX mənfidir. İkisi də biri müsbət, biri mənfidir. Deməli, hərəkət bərabər yavaşlayan olacaq. Yəni yazacağam ki, artıq hərəkətin növünə x oxu istiqamətində bərabər yavaşlayan. Həm bax V0x-i götürə bilirəm qrafikdən, həm AX-i götürürəm, həm də hərəkətin növünü müəyyən edə bilirəm. Qrafik zaman oxundan yuxarıdadırsa, t oxundan yuxarıdadırsa, olur x ox istiqamətində və qrafik t-yə yaxınlaşırsa, bax t-yə yaxınlaşırsa olur bərabər yavaş. Keçid edək indi üçüncüyə. Baxın, üçüncüdə fikir verin. Başlanğıc haradır? Sıfırdır. Avtomatik, deməli burada başlanğıc sürətinin x ox üzrə proyeksiyası sıfıra bərabərdir. 3-də. V0x bərabərdir nə? Sıfıra. Qrafikin ağzı harayadır? Yuxarıyadır. Təcil x ox üzrə proyeksiyası deməli müsbətdir. Hərəkət necə hərəkət olacaq? Yeyinləşən olacaq avtomatik. Niyə? Çünki burada başlanğıc sürətinin x ox üzrə proyeksiyası nədir? Sıfırdır. Mən demişdim ki, başlanğıc sürətinin x ox üzrə proyeksiyası sıfırsa, deməli avtomatik hərəkət bərabər yeyinləşəndir. Baxın, qrafik t oxundan uzaqlaşır. T oxundan uzaqlaşır, avtomatik necə hərəkətdir? Yeyinləşən hərəkətdir. Və həmçinin burada təcil x ox üzrə proyeksiyası nədir? Müsbətdir. Deməli, x ox istiqamətində olacaq və qrafik t zaman oxundan yuxarıdadır, 3. Deməli, hərəkət oldu necə? X ox istiqamətində bərabər yeyinləşən. Sonra 4-ə baxaq. 4 bax budur, gördüyümüz kimi. Və qrafik zaman oxundan aşağıdadır. Deməli, avtomatik hərəkət x oxunun əksinədir. Və qrafik yenə hardan uzaqlaşır? Bax, bu t zaman oxundan get-gedən yenə uzaqlaşır. Deməli, yeyinləşən hərəkətdir. X oxunun əksi istiqamətdə yeyinləşən. Həmçinin gəlin V0x-dan AX-da götürək. Baxın, V0x sıfırdır. AX-da nə olacaq mənfi? Çünki qrafikin ağzı harayadır? Aşağıyadır. Deməli, onu da yazaram ki, 4-cüdə V0x mənfidir. Üzr istəyirəm, sıfırdır. V0x bərabər 0. AX mənfidir. Qrafikin ağzı aşağıyadır deyə. Və həmçinin buradan da aydın elə V0x sıfırdırsa, hərəkət bərabər yeyinləşəndir. Təcil x ox üzrə proyeksiyası mənfidirsə, x oxun əksinədir. Deməli, x ox əksinə bərabər yeyinləşən. Yəni, burada V0x AX-i götürmədən zaten hərəkətin növünü müəyyən etmək olur. Aydındır ki, qrafik zaman oxundan t oxundan aşağıdadır. Deməli, avtomatik x oxun əksinədir və zaman oxundan t oxundan uzaqlaşırsa yeyinləşəndir. Gəlin indi 5-ciyə də baxaq. Bax, 5-cidə V0x mənfidir. Bax, mənfidən başlayıb qrafik. Amma təcil x ox üzrə proyeksiyası müsbət olacaq. Niyə? Qrafikin ağzı yuxarıyadır. Gəlin indi baxaq. Deməli, 5-cidə x oxu əksinə bərabər yavaşlayan. Aha. Həmçinin gəlin V0x AX-i götürək. Qeyd etdik ki, V0x nədir? Mənfidir. AX amma müsbət. Niyə? Çünki qrafikin ağzı yuxarıyadır. Bax, bu 5-cidə. Qrafikin ağzı yuxarıyadır. Buradan da aydın elə bax, V0x mənfidir. X oxun əksinə olacaq. Biri mənfi, biri müsbət olduğundan olacaq nə? Bərabər yavaşlayan. Keçidik 6-cıya. 6-da da baxın, qrafik t zaman oxundan aşağıdadır. V0x mənfidir. Və t zaman oxundan aşağıda olduğundan hərəkət x oxunun əksinədir. Və qrafikə baxın, zaman oxundan, bu t oxundan neyini uzaqlaşır? Deməli, yeyinləşən hərəkətdir. Yazacaq ki, onda V0x mənfidir. AX-da götürək. Qrafikin ağzı harayadır? Aşağıyadır. Qrafikin ağzı A-nı göstərir. Deməli, AX da mənfidir. Aşağıyadırsa. Aha, x oxu əksinə bərabər yeyinləşən. Bu da belə. Deməli, biz artıq bu Vx dinamik qrafiki veriləndə hərəkətin növünü müəyyən etməyə bildik. Hərəkətin növünü necə müəyyən edəcəyik? Dedik ki, qrafik t oxundan yuxarıdadırsa x oxu istiqamətində, qrafik t oxundan aşağıdadırsa x oxunun əksinədir. Və qrafik t oxuna yaxınlaşırsa olacaq bərabər yavaşlayan, t oxundan uzaqlaşırsa olacaq bərabər yeyinləşən. Həmçinin burada biz AX-da götürməyi öyrəndik ki, qrafikin ağzı nəyi göstərir? A-nı göstərir. Yəni, təcil x oxu üzrə proyeksiyasını göstərir. Qrafikin ağzı yuxarıyadırsa, olacaq təcil x oxu üzrə proyeksiyası müsbət. Yox, qrafikin ağzı aşağıyadırsa, olacaq təcil x oxu üzrə proyeksiyası mənfi. Vx öyrəndik. İndi keçək yer dəyişməyə baxaq. Yəni,
SX-in tinə asılı qrafik. İndi onu da göstərək. SX-in düsturunu yazıram. Bax, bura SX bərabərdir. V0xt üstə gəlinsin AX T kvadrat. Bölək nə? 2. Qrafiki də çəkirəm. Hansı qrafiklər verilə bilər? Baxın, burada fikir versəz, parabolik asılı olacaq. Çünki T-nin başında nə var? Kvadrat var. Deməli, necə ola bilər? Bax, belə ola bilər. Parabolik asılıq bu şəkildədir. Sonra 1 deyirəm buna. Belə bu şəkildə ola bilər. Buna 2 deyirəm. Və bu şəkildə ola bilər. Buna 3 deyirəm. Həmçinin bax, belə də ola bilər. Buna da 4 ilə işarə edirəm. İndi bunu yenə əməl edəcək. Yenə baxın, qrafik T zaman oxunan yuxarıdadırsa, hərəkət X ox istiqamətində olacaq. Baxın, 1 və 2-də qrafik T oxundan yuxarıdadır. Deməli, avtomatik burada X ox istiqamətində olacaq hər ikisində də. Hərəkətin növü. Aha. Və fikir verin, bax, 1-də fikir verin, T oxundan getdikcə, bax, bu T oxundan bax, 1-də, bax bu. Gördüyünüz kimi yuxarıya doğru gedir və T aşağıda qaldı da. T-dən neynədir? Uzaqlaşdı. Uzaqlaşdığından nə olacaq? Yeyinləşən. Deməli, X ox istiqamətində yeyinləşən. Amma digəri ikincidə yenə T oxundan yuxarıdadır. X ox istiqamətində olacaq. Amma fikir verin, T zaman oxunan necə yaxınlaşacaq? Olacaq necə? Bərabər yavaşlayan. Və burada gəlin indi V0x-i və AX-i götürmək qaydasında öyrədim. Qrafik T zaman oxunan yuxarıdadırsa, avtomatik deməli X ox istiqamətindədir. V0x böyük 0-dır. Və biz burada AX-i götürmək üçün parabolanın qollarına baxırıq. Bayaqlar dediyim kimi qrafikin ağzı yuxarıyadırsa, olur nə? AX böyük 0, müsbət olur. İndi burada da parabolanın qolları yuxarıyadırsa, baxın, bu parabolanı tamamlasam 1-də. Fikir verin, qollar haraya gedir? Yuxarıya. Deməli, yuxarıyadır, yəni qrafikin ağzı yuxarıyadır. Avtomatik AX nədir? Böyük 0. Digərində isə ikincidə yenə T oxunan yuxarıda deyə V0x nədir? Müsbətdir. Amma AX mənfi olacaq. Niyə? Bax, parabolanı tamamlayıram 2-də. Fikir verin, parabolanın qolları harıyadır? Aşağıyadır. Ağzı aşağıya doğru olur. Aha. Deməli, onda AX necə olacaq? Mənfi. Bunu da götürməyi öyrəndik. İndi 3-cüyə baxaq və 4-cüyə. 3-dən 4-də də fikir versəz, qrafik T oxunan aşağıdadır. Deməli, hər ikisinə nə yazmaq lazımdır? X oxu əksinə yazmaq lazımdır. Aha. X oxunun əksinə doğru olduğundan V0x nə olacaq? Mənfi. Hər ikisinə də V0x mənfi yazıram. Və hərəkət bərabər yeyinləşən yoxsa yavaşlayan? Yenə baxıram, T oxundan uzaqlaşır yoxsa yaxınlaşır. Bax, 3-ə bax, fikir ver. 3-də görsən, T oxundan neynir? Uzaqlaşır. Bax, T oxu yuxarıda qaldı. Bu da neynir? T oxunu qoyur, arxasında qoyub uzaqlaşır ondan. Deməli, avtomatik yeyinləşən hərəkət. 3-də. Aha. Və burada fikir verin. Parabolanı tamamlasam, parabolanın qolları harayadır? Aşağıya doğru. Deməli, təcil X oxucuya proyeksiyası mənfi olacaq. Yəni, AX mənfi yazacağım 3-cüyə. 4-cüdə isə fikir verin, T oxuna neynir bu? Bax, bizim bu gözəl T oxumuza yaxınlaşmağa çalışır. Deməli, hərəkət bərabər yavaşlayandır. Aha. Və bərabər yavaşlayan oldu. Həmçinin burada AX-a da baxmaq lazımdır. Parabolanı tamamlayanda görün, parabolanın qolları haraya olur? Yuxarıya doğru olur. Deməli, təcil X oxucuya proyeksiyası nə olacaq? Müsbət. Beləliklə, SX-in nasıl qrafiki veriləndə də biz aldıq. İndi keçək koordinatın zamanlı asılıq tənliyi veriləndə. Necə olur? Buna baxaq. X-in düsturunu yazıram yenə. X bərabərdir. X0. Üstə gələk. V0xt. Üstə gəlsin. AX. T kvadrat. Bir də 2. Burada koordinatın zamanlı asılıq tənliyi veriləndə biz sürüşdürmə metodundan istifadə edəcəyik. Sürüşdürmə metodu. Yəni, hər bir halda qrafiki koordinat başlanğıcına 0-a sürüşdürməliyik. Məsələn, tutaq ki, belə bir hal verildi. X-in T-dən asılı qrafik. Bax, buradan mənfi X0-dan başlayır. Qrafik olsun, bax, bu şəkildə. Parabolik asılı olacaq yenə burada. Çünki, baxın, fikir verin, T-nin başında nədir? Kvadrat var. Bunu olduğu kimi gətirib sürüşdürürsən, bax, burası 0-a. Sürüşdürdün. Aha. Bax, bu qırmızı ilə çəkdiyinlə, sürüşdürdüyün hissə ilə işləyirsən. Sanki o mənfi X0-dan çəkilən qrafiki unut. İndi bax buna. Fikir ver. Bax, bu qırmızı ilə çəkdiyim zaman oxunan, T oxundan yuxarıdadır. Deməli, X ox istiqamətindədir. Və bax, bu T oxundan neynir? Uzaqlaşır. Bax, bu yuxarıya doğru gedir. Amma T oxu nədir? Aşağıdadır. Yəni, bundan neynir? Get-gedə uzaqlaşır. Uzaqlaşdığından hərəkət bərabər yeyinləşən olacaq. Və fikir verin, indi X ox istiqamətindədir. Deməli, avtomatik V0x böyük 0-dır. Zaman oxunan T oxundan yuxarıdadır. Və parabolanın qollarını gəlin tamamlayaq. Və parabolanın qollarını tamamladım. Qrafikin ağzı, parabolanın qolları harayadır? Yuxarıyadır. Deməli, təcil X oxucuya proyeksiyası AX-dan olacaq böyük 0. Ümid edirəm, bunu başa düşdük. Məsələn, başqa bir hal verək, tutaq ki. X-in T-dən asılı qrafik.
Tutaq ki, yenə mənfi x sıfırdan başlasın. Bu səfər bax belə çəkəcəm asılığı. Aha. Yenə bunu olduğu kimi bax bura köçürürəm sıfıra. Köçürdük. Bəli. Aha. İndi qırmızı ilə sadəcə işləyəcəm. Yenə baxın zaman oxundan, t oxundan yuxarıdadır. Deməli x ox istiqamətindədir. Amma qrafik baxın t-yə nə edir? Yaxınlaşmağa çalışır. Deməli bərabər yavaşlayan hərəkət. Aha. Və burada indi v0x müsbət olacaq. Çünki qrafik t oxundan yuxarıdadır. Və AX-i götürmək üçün parabolanın qollarına baxın. Bax, parabolanı tamamlayıram. Parabolanın qolları haraya da aşağıyadır. Deməli, AX nə olacaq? Mənfi olacaq. Sonra başqa bir nümunəyə də baxaq. Məsələn, indi müsbət x sıfırdan başlasın. Tutaq ki, qrafik. Yenə x-in t-dən asılı qrafikini çəkirəm. Müsbət x sıfırdan başlayır. Bu şəkildə olsun. İndi parabolanla bir qədər əyri çəkirəm. Aha. İndi baxın, bunu nə edəcəm? Yenə sıfıra köçürməliyəm. Bax, bura sıfıra köçürürəm. Olduğu kimi gətirəm. Bax, bura. İndi mavi ilə göstərirəm. Aha. Burada da fikir verin, indi qrafik haraya düşdü? T oxunun aşağısına mavi olan hissə. T oxunun aşağısına düşdüsə, deməli avtomatik x oxunun əksinədir. Və burada fikir verin, indi nə etmək istəyir? Bax, bu mavi olan hissə. Bu t-yə nə etmək istəyir? Yaxınlaşmaq istəyir. Bərabər yavaşlayandı deməli. İndi gəlin v0x-i və AX-i götürək. Zaman oxundan t oxundan aşağıda olduğundan artıq v0x mənfidir. İndi parabolanı tamamlayıram. Bax, gördünüz, bax bu hissədə. Parabolanın qolları haraya oldu? Yuxarıya doğru oldu. Deməli, AX-dan olacaq? Böyük 0. Müsbət olmuş olacaq təcil x oxuyacaq proyeksiyası. Artıq məncə aydın oldu. Bu qrafiklə olan hissələr x-in t-dən asılı qrafiki veriləndə necə olacaq? Və bir də ki, burada əgər ki, qrafik sıfırda olarsa, elə özü sıfırda verilərsə, da sürüşdürməyə ehtiyac yoxdur yəni zaten. Məsələn, x-in t-dən asılı qrafiki, tutaq ki, belə də verilə bilər. Artıq burada sıfırdadır, zaten sürüşdürməyə ehtiyac yoxdur. Baxırsınız ki, zaman oxundan yuxarıdadırmı, ya aşağıdadırmı, t-yə yaxınlaşırmı və yaxud uzaqlaşırmı, ona uyğun hərəkətin növünü müəyyən edə bilirsiniz. Düşünürəm ki, burada artıq qrafikləri izah etdim. Məncə aydındır. Bir dənə burada x-in t-dən asılı qrafikində sürüşdürmədən istifadə edirsiniz. Sx-da, vx-da sürüşdürmə metodundan istifadə eləmirik qəti şəkildə. Bir dənə koordinatın zamanlaslıq tənliyində sürüşdürmə metodundan istifadə edirik. İndi mən istəyirəm ki, topludan seçdiyim bəzi suallara baxaq. O suallarda qrafik keçidlər var. Onları sizə öyrədim. Çünki suallarda var ki, məsələn, vx-in t-dən asılı qrafiki verilir. İstəyir sx-in t-dən asılı qrafikinə keçirsən. X-in t-dən asılı qrafiki verilir. Məsələn, tutaq ki, keçirsən AX qrafikinə, təcilin x oxucuda proyeksiyasına və s. Bir də bu ki, burada bərabər təcilli hərəkətdə, məsələn, AX-in t-dən asılı qrafiki veriləndə sabit qrafik çəkəsən. Çünki adından da görünür. Bərabər təcilli hərəkətdə, təcil nədir dedik bayaqlar? Sabitdir, konstantdır. Yəni, məsələn, AX-sa böyük 0 müsbət aldınsa, parabolanın qolları yuxarıya tutaq ki. Deməli, onda AX müsbətdir. Yəni, qrafik sabit qrafiki çəkəsən və müsbətdən sabit çəkəsən. Amma AX-sa mənfi haldasa, sabit qrafikini artıq aşağıda çəkəsən. T oxundan aşağıda çəkəsən. Yəni, bax burada. Aşağıda mənfi qiymətdən sabit olmalıdır. Aha. Beləliklə, buradakı izahımız bitdi. İndi gəlin baxaq test nümunələrinə. Baxın, bax burada verdiyim test nümunələrinə baxacağıq. 11-ə baxaq. Deyir ki, x oxucu hərəkətdən cismin sürətinin proyeksiyasının zamanın asılı qrafikin hansı hissəsi bərabər yeyinləşən hərəkət uyğundur? Bizə bərabər yeyinləşən hərəkət lazımdır. Bərabər yeyinləşən hərəkətdə qrafik dedik ki, zaman oxundan, t oxundan uzaqlaşır. Baxın, burada AB hissəsində sürət sabit verilib. Bu artıq bərabər sürətli hərəkətdir. BC hissəsində isə bax, qrafik aşağıya doğru gəlir, t oxu da aşağıdadır, t-yə yaxınlaşır. Deməli, BC hissəsi bərabər yavaşlayandır. CD hissəsində, bax, gördüyünüz kimi nə edir? Bu CD hissəsində qrafik aşağıya doğru gedir və t oxu da burada da yuxarıda qaldı. Deməli, CD hissəsində qrafik zaman oxundan uzaqlaşır. Deməli, avtomatik bu yeyinləşən hərəkətdir. Həmçinin baxın, fikir verin. CD-də gördüyümüz kimi burada başlanğıc sürət bax, sıfıra bərabər. Başlanğıc sürət sıfır olanda həmişə yeyinləşən hərəkət. Yəni, siz burada CD-ni götürməlisiniz. A variantı olacaq, doğru cavab. D-yə-də sürət sabitdir, bərabər sürətli hərəkətdir. Y-F-də qrafik t oxuna yaxınlaşır, deməli, bərabər yavaşlayandır. 11-ə başa düşdüyümü edirəm, 12-yə baxaq. X oxucu hərəkətdən cismin sürətinin proyeksiyasının zamanın asılı qrafiki verilmişdir. Hansı zaman intervalında cismin təcili sıfıra bərabərdir? Bərabər sürətli hərəkətdə qeyd etdik ki, sürətin həm ədədi qiymət, həm istiqamət dəyişmir, yəni sabitdir. Bu zaman sürət dəyişmədiyindən təcil nədir? Sıfırdır. Deməli, təcilin sıfır olduğu halı axtarıramsa, sürətin sabit olduğu halı götürməliyəm. Sürət sabit olanda baxın, fikir verin, sabit qrafiki T2, T3-dədir. Bu zaman aralığındadır. Onu deməli, mən nəyə götürəcəm? T2-dən T3-ə kimi D variantını doğru cavab kimi götürəcəm. Sonra, burada 49 var. Bax, belə tənlik verilib. Buradan, indi biz bayaq kimi götürməliyik V0x-i və AX-i. Düsturumu yazıram. Bax, SX-in gördüyünüz kimi T-dən asılılıq tənliyi verilib. SX-in düsturunu yazmaq lazımdır. SX bərabərdir V0xt. Üstə gələk AX T kvadrat. Bölək nə? 2.
İndi bax V0x-in yerində nə dayanıb? 4 dayanıb yazmaq lazımdır bura. V0x bərabər 4-ə. T kvadratının qarşısında 1 dayanıb. A-nı götürmək üçün dedik ki, T kvadratının qarşısındakını 2-yə vururuq. Yəni buradan AX bərabər olacaq. 2 vuraq birə 2. Hərəkət necə hərəkətdir? Bərabər yeniləşəndir. Və bərabər yeniləşən bərabər təcilli hərəkətin növüdür. Bərabər təcilli hərəkət adından da görünür bax. Bərabər təcilli. Təcil nə olacaq? Bərabər olacaq. Yəni sabit olacaq. Konstant. Yəni sən 2-dən sabit qrafikini götürməlisən. Baxaq 2-dən dəyişmir, bax 2-dən sabit. Dəyişməyən qrafik Y variantında verilir. Fikir verin, burada məsələn, bax burada A-da 4-dən sabit verilib, B-də 1-dən sabit verilib, C-də 1-dən başlayır artır. Bu artan təcilli hərəkətdir. Məsələn biz bu hərəkətə demək olar ki, baxmırıq, yəni orta məktəb fizikasında. Hə, burada da 2-dən fikir verin, təcil arta gedir. Bərabər təcilli hərəkətdir bu hərəkət. Və burada təcil artmamalıdır, sabit qalmalıdır. Buna da diqqət etmək lazımdır. 63-də. İndi x-in dinamikası qrafiki verilib, Vx-a istəyir bizdən. X-in düsturunu yazmalıyıq. X bərabərdir. X0 üstə gələk. V0xt üstə gəlsin. Ax t kvadratı bölək 2. Baxın, x0-ın yerində 5 dayanıb. Sərbəstədir. Aha. Yerlərini dəyişik verib, çaşmayın. Aha. V0x vuraq t. T-nin qarşısındakı bizə V0x verir. Bax, t buradadır. T-nin qarşısında V0x necə verib? -8 verir. Deməli, V0x bərabərdir -8-ə. T kvadratının qarşısında 2 dayanıb. Ax almaq üçün 2-ni nəyə vurmalıyıq? 2-yə. 4. Aha. V0x -8. Deməli, -8-dən qiymət başlayacaq. Baxaq, -8-dən başlayan. Bax, -8-dən burada başlayıb. Burada 4-dən başlayıb. Qrafik getdi. Burada da 8-dən yuxarıda müsbət hissədən başlayıb. Burada da -8-dən başlayıb. D. Burada da Y-də də müsbət hissədən başlayıb. -8-dən başlamayıb. Deməli, ya ola bilər, ya D ola bilər. Qrafikin ağzını göstərən nə idi? AX idi də. AX, baxın, fikir versəz, müsbət 4-dür. Deməli, qrafikin ağzı yuxarıya doğru olmalıdır. Baxın, A variantında yuxarıya doğru verilib. Amma bax, D variantında qrafikin ağzı aşağıya doğru verilib. Deməli, A variant olacaq. Buradan biz AX-ı tapa bilərik. Hansı ki, AX bərabərdir. Vx çıx, V0x bölək T-dir. Bax, son sürətim, ikinci saniyənin sonunda, son sürətim 0-dır. Deməli, Vx 0-dır. 0 çıxaq. Bax, sürətdə yazam, 0 çıxaq. V0x başlanğıcım neçədir? -8. Aha, 0 çıxaq 8 bölək, zaman da 0-dan 2-nin arası olacaq 2. Aha, 0 çıxaq 8, -8 bölək 2 nə verəcək bizə? -4. Aha, bir dəqiqə, mən burada necə səhvlik etdim. Başlanğıcım -8-dir, 0, bir dəqiqə, bax, burada deməli, nədə səhvlik etdik? Baxın, V0x -8-dir, axı, mən 0 çıxaq -8 yazmalıyım. Mənfi işarə dəyişəcək, olacaq müsbət 8. Yəni, müsbət 8-i 2-yə böləndə olacaq nə? Müsbət 4. Baxın, AX-a müsbət 4 aldıq, diqqətli olmaq lazımdır. Aha. 70-ci sualda indi qrafik keçididir. Baxın, fikir verin, birinci halda. V nədir? Sabit. V sabitdirsə, ST-dən necə asılı idi? Düz asılı idi. Bunu əvvəlki dərsdə öyrənmişdik. Hansı ki, SX bərabər idi. Vx vuraq nə? T. ST-dən necə asılı? Düz asılıdır. Və müsbətdən sabit verilibsə, qrafikin ağzı yuxarıya doğru olmalı, düz asılıdır. Bax, düz asılıq verilib A variantında. B-də də düz asılıq verilib. C-də S sabit verib getdi. D-də bax, birincisi də parabola verib getdi. Y-də birincisi də parabola verib, bu da getdi. Keçirəm indi digər hissəyə. Baxın, V-nin T-dən asılığı düz asılıq verilib. Deməli, onda bu bərabər təcilli hərəkətdir və bərabər təcilli hərəkətdə S-dən parabolik asılı olmalıdır. Qrafikin ağzı harayadır? Yuxarıdır. Deməli, parabol anqolları da yuxarıya doğru olmalıdır. AX müsbət baxın. Və parabol anqolları fikir verin, burada yuxarıyadır. Bu birisində bax, fikir ver. Parabol anqolları harayadır tamamlayanda? Aşağıyadır. Deməli, doğru cavabın olacaq A variantı. B-ni də doğru olaraq götürmürük. 70-dən sonra 73. Bax, burada da. İndi bax, fikir ver. Gördüyün kimi, bax, bu 0T1 aralığında qrafik zaman oxundan aşağıdadır. Deməli, onda bizim bu parabolamız da aşağıda olmalıdır. Çünki V0x mənfidir axı. Bax, burada fikir ver, 0T1 aralığında, bəli, parabolamız T oxundan aşağıdadır. Amma B-yə bax, T oxundan yuxarıdadır. B-ni çıx. C-də də parabola aşağıdadır. D-də bax, fikir versən, parabola T oxundan yuxarıdadır. D-ni də çıxırıq. Y-də də parabola aşağıyadır. İndi nəyə baxmaq lazımdır? Qrafikin ağzı görə harayadır. Bax, qrafikin ağzı haradır? Yuxarıyadır. Deməli, parabolanın ağzı yuxarıya doğru olmalıdır. Bu parabolanın ağzı yuxarıyadır. A variantında. Bəli, C-də də yuxarıyadır parabolanın qolları. Y-də də parabolanın qolları yuxarıya. Neydə? İndi keçirik onda bir hissəyə. Bax, bu bir hissədə fikir ver, başlanğıc sürət 0-dır. Və parabolanın qolları harayadır? Aşağıya olmalıdır. Çünki qrafikin ağzı aşağıyadır. Parabolanın qolları aşağıya doğru olan bax, bunda verilib. Y variantında fikir versən. Amma bax, digərində, bax, bu T1, T2 aralığında bax, fikir ver. Parabolanın qolları haraya olacaq? Yuxarıya doğru olacaq. A-da da düz aslıq verilib. Düz aslıq götürmürük, parabola götürəcəyik. Çünki bərabər təcil hərəkət. Deməli, doğru cavab oldu nə? Y variantı. 78-ci koordinat verilib. Koordinatda sürüşdürmə metodundan istifadə etmək lazımdır. Bunu unutmuruq. Koordinatda mütləq sürüşdürmə metodu edirsiniz. Aha. Deməli, baxın, burada parabolanın qolları harayadır? Aşağıyadır 0T1 aralığında. Deməli, avtomatik VT qrafikində nə olmalıdır? Qrafikin ağzı aşağıya doğru olmalıdır. Və T oxundan fikir verin, haradadır? Aşağıdadır. Deməli, qrafik T oxundan aşağıda olmalıdır və qrafikin ağzı aşağıya doğru olmalıdır.
qrafikin ağzı aşağıya doğrudur və T oxundan aşağıdadır. Sonra bax parabolanın, indi bunu gəlin olduğu kimi köçürək, bax buraya. Bax bu hissəni. Qırmızı ilə göstərəcəm, bax bu hissədə. Fikir verin də. Bax burada sıfıra köçürdüm. Parabolanın qolları harayadır? Yuxarıyadır. Və qrafik zaman oxunan nədir? Aşağıdadır. Deməli bizim V0x-imiz nədir? Mənfidir. Baxın, A variantında doğru cavab verilir. Bax parabolanın qolları aşağıya, birinci hissədə, ikinci hissədə parabolanın qolları yuxarıya, qrafikin ağzı da yuxarıya doğru olmalıdır. Deməli doğru cavab olacaq nə? A variantı. Keçək indi növbəti sualımıza. 76-da. Bax, indi burada Vx verilib. Bizdən Ax qrafikini almağını istənir. Qrafikin ağzı harayadır? Yuxarıya. Deməli, artıq burada Ax nədir? Müsbət. Qrafikin ağzını göstərən adır. Bu birisində isə bax, qrafikin ağzı harayadır? Aşağıyadır. Ax nədir? Mənfidir. Deməli, bu bərabər təcil hərəkətdir. Birincidə təcil sabit olacaq, ikincidə təcil sabit olacaq. Və birincidə müsbətdən sabit, ikincidə mənfidən sabit olmalıdır. Baxın, müsbət və mənfini qeyd etmişdik. Birincidə müsbətdən sabit, ikincidə mənfidən sabit. Bax, müsbətdən sabit, ikincidə mənfidən sabit. Y variantında doğru cavab verilib. 92 tipli sual, belə tipli sual gələndə necə edəcəyik? Baxın, mənfi x sıfırdan başlayıb. Deməli, x bərabərdir, mənfi x sıfır. V0 x ox istiqamətindədir deyə artıq burada sürətin x oxuzu buraya eksəsi müsbət olacaq. Ona görə üstə gərək V0 t yazacağıq. Burada da təcil yenə x ox istiqamətindədir deyə üstə gərək at kvadratı yazmalıyıq. Mənfi x sıfır üstə gərək V0 t, üstə gərək at kvadrat. Belə ki, məsələn, tutaq ki, V0 bu istiqamətdə versəydi, artıq V0x mənfi olduğundan, bax, buraya nə yazacaqdınız? Mənfi yazmalıydınız, çıxaq yazmalıydınız. Məsələn, A-nı da bu tərəfə versəydi, AX mənfi olduğundan artıq yenə bu hissəyə A-nın qarşısına mənfi yazmaq lazımdır. İndi bax, belə tipli qrafik verilərsə, iki hissədən ibarətdir, fikir verin. Bu tipli qrafik veriləndə hərəsinə ayrı-ayrı baxmaq lazımdır. Bir, bu hissəyə ayrı baxırıq, bax buraya, bax bu hissəyə. Digərində də bax, bu hissəyə ayrı baxırıq. Burada hərəkətin növünü müəyyən etmək, buna baxaq. Və yenə bu x-in dinamik qrafiki deyə sürüşmə metodundan istifadə edirəm. Sürüşdürəcəm, sıfıra gətirəcəm. Bax, olduğu kimi bunu gətirirəm, bax bura. Paraboladır. Aha. Parabolamızı çəkdik. Fikir ver, t oxundan aşağıdadır. Deməli, x oxunun əksinədir. Və zaman oxuna, t oxuna getdikcə nə etməyə çalışır? Yaxınlaşmağa çalışır. Deməli, bərabər yavaşlayandır. Bu birinci hissəmiz oldu. Bax, buraya tutaq ki, T1 deyirəm. 0-T1 aralığıdır bu. Aha. Digərində, burada T2 desəm, T1, T2 aralığında, bax, bunu olduğu kimi köçürürəm. İndi koordinat başlanğıcına bax, köçürdüm. Və gördüyümüz kimi T oxundan yuxarıda deyə olacaq x ox istiqamətində. Aha. Və bərabər yeyinləşən hərəkət olacaq. Niyə? Çünki fikir versəz, qrafik bu aşağıdakı T oxundan yeni getdikdə uzaqlaşır. Bu olacaq necə? Bərabər yeyinləşən. Yəni mütləq x-in dinamik qrafiklərində sürüşmə metodunu istifadə edin, yoxsa səhv alacaqsınız çox saatda və avtomatik səhv olacaq. Və indi belə bu tipli məsələdə nə soruşur? Soruşur ki, harda sürət sıfırdır? Sürət harda sıfır olur? Yadınızda saxlayın, təpənin başında sürət sıfır olur. Bax burada, parabolanın təpəsində. Niyə o da sıfır olur? Bunu Lord dilində belə yadını saxlaya bilərsiniz ki, mən uşaqlara bənzədirəm. Sanki təsəvvürə gətirin, velosipeddən bir dağın, təpənin başına çıxırsınız. Və orada təpənin başına nə edəcəksiniz? Çıxasan əvvəlcə, get-gedə, çətin çəkəsən də, gedəsən, yuxarıya çıxasan, təpənin başında avtomatik deyəsən ki, bir dayanın, bir nəfəs alım. Dayananda sənin sürətin nə olacaq? Sıfır olacaq. Bu da onun kimi bir şeydir. Təpənin başına çıxırsan sanki. Ləbabu deyil, təpənin başında. Təpə biraz tərsinədir. Gəlsən başına çıxırsan və bu təpənin başında sənin sürətin olur sıfır. Dayanırsan, burada deyirsən ki, bir nəfəs alım da, çox yorulmuşam. Burada sıfır olur. Bunu mən indi elmi dildə demədim, bunu Lord dildə dedim. Elmi dildə deyəndə necə başa düşəcəksiniz? Bax, burada fikir verirsiniz, bərabər yavaşlayan yazmışam. Burada yəni sürət get-gedə azalır, bərabər yavaşlayan. Sürətin azalacaq get-gedə. Burada sürət sıfır olacaq və sonra artıq burada bərabər yeyinləşən hərəkət edəcəksən. Bax, ikinci hissədə zaten hərəkət bərabər yeyinləşəndir. Burada artıq bu zaman aralığı üçün sıfır. T1 zaman aralığı üçün sənin hərəkətin bərabər yavaşlayandır. Yəni bu zaman aralığının sonunda sənin sürətin olur sıfır. Amma digər T1, T2 zaman aralığında artıq burada sənin artıq başlanğıc sürətin olur sıfır. Yəni zaman aralığını düzgün baxmaq lazımdır. Birinin sonudur, digərinin nə idi? Başlanğıcıdır. Buna baxmaq lazımdır. Və ona görə son sürəti və başlanğıc sürəti düzgün götürmək lazımdır. Zaman aralığına dediyim kimi fikir vermək lazımdır. Qrafikləri mən düşünürəm ki, çox gözəl şəkildə izahını verdim. Qrafik keçidləri, növlərini, yəni x-in dinamik qrafiki, s-in dinamik qrafiki və s. Bunların hər birini izah etdim. Bizə nə qaldı? Bizə qaldı bir n-ci saniyədə gedilən yolun düsturunu bilmək. Bir də ki, burada mən belə bir şey demişdim. Dedim, onu hər iki saxlayıram, izah edəcəm. Bax, buradakı bu düsturları aldıq, bayaqları.
Dedim ki, burada bu indi sürətin x oxuca proyeksiyası, proyeksiya veriləndə, yəni biri müsbət, biri mənfi veriləndə artıq biz bildik ki, biri müsbət, biri mənfi olanda yavaşlayan hərəkət. Məsələn, biri müsbət, digərdə müsbət olanda, biri mənfi, digərdə mənfi olanda, ikisi də eyni işarələr, eyni istiqamətdə olanda dedik yeyinləşəndir. Bəs ədədi qiymət veriləndə necə edəcəyik? Məsələn, məsələ verir. Deyir ki, tutaq ki, avtobus tormozlanmağa başlayır. Bunda necə olacaq? Tormoz dedim ki, necədir? Tormoza basırsan, sürətin azalır. Deməli, artıq orada yavaşlayan hərəkət edirsən, sürət azaldığından. Yavaşlayan hərəkətdə bəs düsturu necə verəcəm ay müəllim? Məsələn, deyəcək ki, tutaq ki, V0 verəcək, A-nı verəcək, ədədi qiymət verəcək. Ha, müsbətlə mənfi ilə verməyəcək, deyəcək yavaşlayır. Mən necə edəcəm? İndi o düsturları təzədən buraya yazıram. Bax, Vx bərabərdir, V0x üstə gələklə Ax bıraq T, Sx bərabərdir, V0xt üstə gəlməsin. Ax t kvadrat bölü 2. Sonra Sx bərabərdir, Vx-in kvadratı çıx, V0x-in kvadratı bölü 2Ax və Vx bərabərdir, kök altında V0x-in kvadratı üstə gələk 2Ax Sx. Aha. Bu düsturları verdik. Lap gözəl. Əla. Bu x oxuca proyeksiya ilə, ədədi qiymətdən işləyəndə. Ədədi qiymətdən işləyəndə bax bərabər yeyinləşən hərəkətlər. Bax x-ları elə bil yox elə. Bax burada gördüyün x-ları. Yox elə. Proyeksiyalar elə bil yox eləyirsən. Bunların üstünə xətt çəkirsən. Aha. Və sadəcə v bərabərdir. V0 üstə görə at yazırsan. S bərabərdir. V0 üstə görə at kvadrat belə yazırsan. Yəni baxın deyə yazıram. V bərabərdir. V0 üstə görə at. S bərabərdir. V0t üstə görə at kvadrat belə 2. Burada da bax, Sx bərabərdir, Vx-in kvadratı çıxaq, V0x-in kvadratı bölək 2Ax-dır. İndi x-i yazmırsan sadəcə. S bərabərdir, V0t, üzr istəyirəm bir dəqiqə, V kvadratı. V kvadratı çıxaq, V0-in kvadratı, belə eləcə 2A yazırsan, ədədi qiymətdir. Yəni, burada proyeksiyonu işləmirsən artıq. V bərabərdir, kök altında V0-in kvadratı, üstə gələk 2A vuraq S. Fikir versən, x oxuca proyeksiyanı yazmadım. Və bu müsbətlərdən yazdığım, üstə gələkdən yazdığım, bunların hamısı olacaq bərabər yeyinləşən hərəkət üçün. Bəs yavaşlayanda nə edəcək? Yavaşlayanda A-nın qarşısına mənfi gələcək. Yəni, bax, burada V bərabərdir, V0 üstə gələk AT deyilmi? Burada üstə gələyin yerində artıq olacaq çıxaq. Burada da bax, V0 üstə gələk AT kvadrat deyilmi? Çıxaq olacaq artıq, bu bərabər yavaşlayanda olacaq. Burada da elə bil A-nın qarşısına gələn bu mənfi deyil. Bu mənfi yuxarıya çıxacaq. Artıq burada indi V kvadrat çıxaq, V0-in kvadratı yox. V0-in kvadratı çıxaq, V kvadrat olacaq. Yəni, yerləri dəyişəcək. Burada A-nın qarşısında artıq müsbət yazasın. Çünki mənfini yuxarıya atlatdın. Aha, S bərabər olacaq artıq. V0-in kvadratı çıxaq, V kvadratı bölək 2A. Aha, burada da yenə bax, A-nın qarşısında burada üstə gələk yazmışsan ortaya. İndi çıxaq yazacaqsan. Bu da olacaq bərabər yavaşlayan üçün düsturlar. İndi bax, məsələn, nümunə verəcəm. Göstərəcəm sizə ki, orada sadəcə x oxuca proyeksiya yoxdur. Ədədi qiymətdən işlənir. Topuldan da o nümunə. İndi baxaq. Bax, məsələn, bərabər yavaşlayan hərəkət üçün nümunədir. Fikir verin, deyir ki, başlanğıc sürəti 10-dur. Cisim 0,5 metr bölək saniyə kvadratı təcildə də verildi, başlanğıc sürəti verildi. Verilənləri yazmaq lazımdır o dəqiqə. Yazırsan ki, V0 bərabərdir 10-a, təcil verilir, A bərabərdir 0,5-ə. Tormozlanmağa başlayır. Avtomatik tormozlanmağa başlayırsa, deməli, get-gedə sürətini azaldır. Sürət azalırsa necə hərəkətdir? Bərabər yavaşlayan hərəkət. 4-cü saniyənin sonunda T bərabərdir 4. Sürətini hesablayın, cismin son sürətini, yəni V-ni soruşur. Bayaqlar dedik ki, bərabər yavaşlayan hərəkətdə V bərabərdir. V0 çıxaq ati olacaq artıq burada. Bərabər yavaşlayanda qarşıda ortada mənfi olur. Buradan artıq hesablayarsan, ədədi qiymətdən işləyirsən artıq burada. V0 10, çıxaq A 0,5, T-də nədir? 4-dür. 10 çıxaq 0,5 vuraq 4. 0,5 4-də vuranda olur 2, ondan çıx 2, qalacaq 8. Y variantını götürəcəksən. Bəs bərabər yeyinləşən hərəkətdə necə olacaq nümunə? Məsələn, özü deyəcək ki, ya bərabər yeyinləşən hərəkətidir və yaxud da belə bir söz işlədə bilər ki, sükunət vəziyyətindən başlayır hərəkətə. Sükunət vəziyyəti o deməkdir ki, yəni başlanğıc sürətin artıq 0-dır. V0 bərabər 0-dır. V0 0 olanda artıq yeyinləşən hərəkətin düsturlarını yazırsan. Bax, V bərabərdir. V0 üstə gələk AT, sonra S bərabərdir. V0T üstə gələk AT kvadratı bölək 2. S bərabərdir. V kvadratı çıx. V0-in kvadratı bölək 2A. V bərabərdir. Kök altında. V0-in kvadratı üstə gələk 2AS. Hə, bax, bu düsturlardan da V0 0-a getdiyindən V0-in üstünə xətt çək. Nə qalacaq yerdə? AT. Bax, burada V0T. V0-dırsa da nəyi 0-a vuranda, onsa 0 edəcəklər. 0-ı T-yə vur, 0 olacaq. Yəni, yerdə nə qaldı? AT kvadrat bölək 2. Sonra, bax, burada da yenə V0-in üstündən xətt çək. Nə qaldı? V kvadrat bölək 2A. Bax, burada da V0-in üstündən xətt çək. Nə qaldı? Kök altında 2AS. Bu da oldu bizim başlanğıc sürətimiz 0 olanda, yəni cisim sükunət vəziyyətindən hərəkətə başlayanda ki, düsturumuz. Düsturları da bildik. İndi gəlin baxaq, n-ci saniyədə gedilən yol düsturuna. Çox şagird bu yolun düsturunu əzbərləyir. Çox təəssüf olsun ki, n-ci saniyədə gedilən yol. Bax, burada bir dənə məsələ var, onu da deyim. Uşaqlar, bax, bu 4-cü saniyənin sonunda gedilən yol desə, o artıq cılcı məsələsinə aid deyil.
Yəni o n-ci saniyədə gedən yola aid deyil. Sonunda sözü varsa bu hala aid deyil. Bunu diqqət edin. Sadəcə orada deyəcək ki, məsələn 4-cü saniyədə gedilən yolu tap, 3-cü saniyədə gedilən yolu tap. Eləcə sonunda söz işləmir. Sadəcə n-ci saniyədə gedilən yol və s. bunu soruşur. Demək bax S-in düsturu bizə bayaqdan məlumdur. S bərabərdir V0T üstə gələk AT kvadrat bölən nədir? 2-dir. İndi məsələn ikinci saniyədə gedilən yol o deməkdir ki, 1 saniyə keçir elə, sən tutaq ki 20 metr yol getdin. Sonra yenidən 1 saniyə keçir. Ümumi nə qədər olur? 2 saniyə vaxt sərf etmiş oldun da. Amma məsələn, başladığın hərəkətə 1 saniyənin sonunda ümumi 10 metr getdin. 2 saniyənin sonunda ümumi 20 getdin. İndi səndən nə soruşur o ikinci saniyədə gedilən yol? O deməkdir ki, yəni sən 1-dən 2-nin arasında nə qədər yol getdin? Bunu deməyə çalışır. Ümid edirəm ki, başa düşdünüz. Məsələn, burada baxsaq indi, məsələn, 1-dən 2-nin arasında sən nə qədər yol getdin? 10-dan 20-yə nə qədər getdin? 10 metr getdin də. Fikir ver, nədin? 20-dən 10'u çıxdın. Deməli onda sən ikinci saniyənin sonunda yol gedilən deyəndə ümumi 2 saniyədə gedilən yoldan ümumi 1 saniyədə gedilən yol nədən çıxdın? Məsələn, 3-cü saniyədə gedilən yol desəydi. Bir vahid çıx, elə bir 3-dən 1 çıx, 2. Yəni 3 saniyədə gedilən yoldan 2 saniyədə gedilən yol çıxasan. Bu o deməkdir ki, indi bax, onda belə deyə bilərik ki, məsələn, 3-cü saniyədə gedilən yol S3 belə yazıram. Bunu belə deyək də, Rum rəqəmindən yazaq. S3, 3-cü. 3-cü saniyədə gedilən yolu tapanda ümumi 3 saniyədə gedilən yoldan 2 saniyədə gedilən yol çıxmalısan. S3 çıxaq S2. 3-dən ilə bir vahid az, onu götürsən. Məsələn, 4-cü saniyədə gedilən yol tapanda S4, ümumi 4 saniyədə getdiyin yoldan çıxarsan, 4-dən bir vahid çıx 3. Ümumi 3 saniyədə getdiyin yolu. Bu nə deməkdir? Yəni S n-ci saniyədə tutaq ki, S-n-ci saniyədə gedilən yol tapmaq üçün S-n-dən nəyi çıxırsan? S-n çıxaq 1-i çıxırsan. İndi bu bir qədər qarışıq gələ bilər gözünüzə. Mən o düsturu almaq istəyirəm. Hansı ki, bir çox şagirdin əzbərlədiyi o düstur var. V0 üstə gedək A vurulsun 2-yə çıxaq 1 bölü 2. O düsturu almağa çalışıram. Və ya da sizə məntiqini tutuzdurmağa çalışıram. Heç o düsturu istifadə etmirəm mən. Hazırlıqlarımda çox vaxt. Bəzi hallarda istifadə edirəm ki, yəni kompakt bir düsturdur, istifadə etməyə dəyər. Amma ki, əzbərləyirsənsə də, əzbərləyib istifadə etməyə dəyməz. İndi bu nə deməkdir? Bax, bu halı izah edirəm. Bax, fikir ver, uyğunlaşdıram bundan. Bax, 3-cü saniyədə gedilən yol. S-n-ci. N-in yerində elə bil 3 dayanıb. Neynədin? S3-dən çıxdın. Bax, N yazmışam, görsən, S-n. Yəni, 3 saniyədə gedilən ümumi yoldan 3-dən 1 çıxmışam, bax, burada 2. Ona görə, bax, burada N-dən 1 çıxmışam. N-ci saniyə, N-in yerində elə bil 3 dayanıb. 2 saniyədə gedilən yol çıxırsan. Bu o deməkdir. İndi burada elə bil bu N zamandır da, bu T-dir. Elə bax, burada indi T-nin yerində N yazasın. Gəl yazaq indi düsturda. S bərabərdir artıq V0T üstə gələk AT kvadratı bölü 2 deyilmi? Onda S-ni tapanda V0 vuraq N, T-ni yerinə yazıram. Üstə gələk A vuraq. Yenə T kvadratın yerinə artıq burada yenə N yazacağım. N-in kvadratı olacaq onda. Olduğu kimi yazaq. Aha, bölü 2. S N çıxaq 1-i yazanda artıq burada T-nin yerinə N çıxaq 1 yazacağım. Onda olacaq ki, V0 vuraq, N çıxılsın 1. Üstə gəlinsin, A vuraq, N çıxaq 1-in kvadratı bölü 2. Nə edəcəm indi? Burada da gördüyünüz kimi S-ndən S-N çıxaq 1 çıxacam. N-ci saniyədə gedilən yolu tapmaq üçün, düstur tapmaq üçün. Onda S-N, N-ci saniyədə gedilən yol bərabərdir. S-N-ə bax, aldığım bu düsturu burada yerinə yazıram. V0 vuraq, N, üstə gələk A vurulsun, N-in kvadratı bölü 2. Çıxaq, V0 vuraq, mötərizədə N çıxaq 1. Üstə gələk A vurulsun, N çıxılsın 1-in kvadratı bölü 2. İndi gəlin yazaq. V0 vurulsun, N olduğu kimi saxlayıram. Üstə gələk A, N-in kvadratı bölü 2. Və bu çıxağı yazıram, bu mötərizəni vurub açacağım. Onu da mötərizə içərisində yazmaq lazımdır. V0 vuraq N, V0 N. Bax, bu V0-ı nəyə vurursan? Mənfi 1-ə vurursan, olacaq, çıxaq V0. Aha. Sonrasında üstə gələk, A vuraq, N çıxaq 1 kvadratı bölü 2. Deyə bilərsiniz ki, müəllim, promoyu vurub açardınız, bu mənfi nəzərə alardınız. Bəzi şagirdlər orada çalışırlar. Yəni, o mənfi nəzərə almırlar, itirirlər. Ona görə mən həmişə mənfini qabaqda yazıram ki, itirməsinlər. Mötərizənin xaricində yazıram. İndi bu mötərizə daxilində salacağım zaten. V0 vuraq N. Üstə gələk A vurulsun, N-in kvadratı bölü 2. Çıxaq V0 N. Üstə gələk, bax, indi bax, mənfi işarə dəyişir. Olacaq üstə gələk V0 və üstə gəlinsin
A vurulsun n çıxaq 1-in kvadratı bölə 2. İndi bax burada fikir ver. V0 n-lər getdi. Nə qaldı? Sadəcə V0 qaldı. Üstə gələk A vurulsun n-in kvadratı bölə 2. Üstə gələk A vuraq n çıxaq 1 kvadratı bölə 2. Buradan da nəyə ortaqlıq çıxardacağım? Bax A bölə 2-ni ortaqlıq çıxardıram. Gəl yazaq. Olacaq onda V0 üstə gələk A bölə 2 n kvadratı çıxaq n çıxılsın 1-in kvadratı. Ay nə uzun bir çıxarılış oldu deyəcəksiniz. Amma əzbərləmirik, düsturu çıxarışla vermək lazımdır ki, sizə aydın olsun. Fizikanın təhlilində də öyrənmək lazımdır ki, öyrənə biləsiniz həqiqətən də. Aha, V0 üstə gələ, yəni kör-körünü əzbərləmirik. A bölə 2. İndi bax, buna fikir ver, gör nə oldu? A kvadratı çıxaq B kvadratı. Bax, n-in kvadratı çıxaq, n çıxaq 1-in kvadratı oldu. A kvadrat çıxaq B kvadratı necə açılır? A çıxaq B, bir də vuraq A üstə gələk B. Yəni, A kvadrat. İndi A-nın yerində gör nə dayanıb? N dayanıb. B-nin yerində nə dayanıb? N çıxaq 1 dayanıb. Ona görə n üstə gələk nə yazıram indi? Üstə gələk n çıxaq 1 yazıram olduğu kimi. Bir də n çıxaq n üstə gələk 1. Mötərizənin içində elə bir işarəsini dəyişdim çıxağından yazanda. Aha. İndi gəlin açaq. V0 üstə gələk A vurulsun. Bax n üstə gələk n olur 2n çıxaq 1. Və burada da baxın n-lər gedir. N çıxaq n. 1 qalır sadəcə üstə gələk 1. Bir də nəyə vuranda elə özü edəcək. Yəni 2n çıxaq 1-i 1-ə vurursan. Belə 2-mi də yazdım. Görün sizin o əzbərlədiyiniz düstur alındı. Çox uşağın daha doğrusu əzbərlədiyi. V0 üstə gələk A vurulsun. 2n çıxaq 1 bölə 2. Əgər başlanğıc sürət 0 olarsa, sükunət halından başlayarsa V0 bərabərdir 0 yazırıq. Bu düstur bəli, istifadə oluna bilər. Mən heç cürə bu düstura belə deyək də etirazımı bildirmirəm. Sadəcə kör-körünə əzbərlənmiş düstur istifadə olunmasa daha yaxşıdır. Yəni biz hardan gəldiyini bu düsturu bilməliyik. Və sonda əgər ki görürsən ki əzbər çıxarışını başa düşmürsən, belə deyək, əzbərləyə bilərsən. Yəni burada heç bir problem yoxdur. Mən amma vermək istədim. Bir çox şagird bu düsturun hardan çıxarıldığını öyrənmək istəyə bilər. Sadəcə dediyim kimi mahiyyətini tutmaq lazımdır. O n-ci saniyədə gedilən yol nə deməkdir? Yəni 3-cü saniyədə gedilən yol o deməkdir ki, artıq sən 2 saniyə ilə ümumi 2 saniyədə getdiyin yol, bir ümumi 3 saniyədə getdiyin yol var da. Bu aradakı 2 və 3 saniyə arasındakı bax o zaman fasiləsindəki gedilən yol istəyir səndən. Mən onu istədim sizə izah edə bilim. Bayaqlar bax burada nümunə göstərdim. 1-dən 2-nin arası nə qədər getdi. Çıxmanı da və s. bunu da izah elədim. Bir dənə qeyd etdiyim məqam var ki, o bax burada bu sonunda sözünü gördürsə də, bilin ki bu artıq bu hala aid deyil. Normal orada t-nin yerinə məsələn 4 mü verib? 4 yazacaqsan. Bax bu düsturda. T-nin yerinə 10 mu verib? 10 yazacaqsan və s. N saniyədə gedilən yolun düsturunda nədir? Aldıq. İndi bir dənə burada bir məsələ var ki, burada uyğunluq var. Başlanğıc sürəti 0 olanda, məsələn, tutaq ki, gəlin indi 1-ci saniyədə gedilən yolu tapaq. Buna yazıram ki, S1. Düsturda gəlin yerinə yazaq bax. V0 0-a getdisə də nə qalacaq sadəcə? A vuraq, 2n çıxaq 1 qalacaq. A vurulsun onda. 2 vurulsun n-in yerinə 1 yazıram. Çıxaq 1 bölə 2. Onda nə olacaq? A vuraq, bax 2-yi 1-ə vuranda 2 edirmi? 1 çıxan nə qalır? Sadəcə 1 qalır. Onda A bölək 2 qaldı. S2-ni tapanda A vurulsun, 2n, 2 vuraq, 2 çıxaq 1 bölə 2 yazıram. 2 dəfə 2 4, 4-dən də 1 çıx 3 qalır. 3A bölə 2. S3-ü tapanda A vurulsun, 2n, yenə 2 vuraq, n-in yerinə 3 yazıram. Çıxaq 1 bölə 2. 2 dəfə 3 6, 6-dan da çıx 1 5 qaldı. 5A bölə 2. Bax indi burada A bölə 2-yə bir K deyirəm. Tutaq ki. Onda burada da yenə A bölə 2-yə K desəm nə olacaq? 3K. Burada da A bölə 2-yə K desəm nə olacaq? 5K. Deməli, baxın, fikir verin. Gör necə ədədlərdir. Tək ədədlər bax. 1, 3, 5. Məsələn, S4 tapsan alacaqsan 7K. Tək ədədlər alırsan. Məsələn, bu nədə işə yaraya bilər? Məsələn, tutaq ki, deyər ki, sükunət vəziyyətindən cisim hərəkətə başlayıb. Deyir ki, tutaq ki, deyirəm ha. Məsələn, deyir ki, 2-ci saniyədə 15 metr yol getdi. Bax, tutaq ki, deyirəm. 2-ci saniyədə deyir ki, 15 metr yol getdi. Tap 3-cü saniyədə gedilən yolu. Aha. Sən 1 saat düstur qoymayacaqsan ki, bax, 2-ci saniyədə gedilən yol 3K-dır da. 3K-nı nəyə götürəsən? 15-ə bərabər götürəsən. Buradan K-nı tapdın, 15 bölü 3, 5. 3-cü saniyədə gedilən yol neçə K-dır? Deyir ki, tək-təkatdır, 5K-dır. Aha, 5 vurursun, K-nın yerinə 5 yazırsan, olacaq nə? 25 metr. Yəni sən bu məsələni elədin, göz yumulu həll etdin. Heç gör nə qədər vaxtın getdi. 20 saniyə vaxtın gedəcək ya getməyəcək. Avtomatik yadını saxlayırsan ki, tək ədədlərin nisbətidir. 1-ci, 2-ci, 3-cü, 4-cü və s. Buradan yadında saxlayırsan və bu da dediyim kimi yeni düsturdan yerinə qoyduq, aldıq.
Beləliklə, əziz şagirdlər, sizlər üçün düz xətlə bərabər təcrid hərəkət dərsini izah etdim. Ümid edirəm ki, izah aydın oldu. Bacardığım qədər düşünürəm ki, hər hissəyə toxundum. Bundan sonra artıq nisbi sürət və orta sürət və sürətlərin toplanması bu dərsin izahı gələcək. O da elə həmin dərsə aiddir, yəni düz xətli bərabər sürətli və dəyişən sürətli hərəkət dərsinə aiddir. Bu dərsin dim test toplusunda izahlarını vermişəm. Kanalımda var. Həm onun linkini qoyacağam, həmçinin də düz xətli bərabər sürətli hərəkət dərsində linkini şərhlərə yerləşdirəcəm və videonun açıqlama hissəsində yerləşdirəcəm. Ümid edirəm ki, izah sizin üçün aydın oldu. Əgər videodan yararlandınızsa da, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Əməyə qarşılıq olaraq, yəni bu qədər izahdan sonra məncə bəyənməni, necə deyirlər, hak edir bu video. Ümid edirəm ki, bəyənərsiniz. Özünüzə yaxşı baxın, sağ olun. Əgər ki, onlayn dərslərimiz haqqında məlumat əldə etmək istəyirsinizsə, qeyd etdiyim kimi səhifəyə yaza bilərsiniz.